var. Əsas da hesabatlarla bağlı olan hissələr. Vergi məcəlləsini açırıq, vergi məcəlləsinə uyğun addımlarımızı ataq. Bir də diqqətinizi onu çatdırım, qruplarda elan vermişik səhər yeməyi görüşü. Mən həmişə vurğulayıram ki, yəni tədbirlərdə ilk öncə bizim bəyannamə təlimlərimizin iştirakçıları deyəm, mənim üçün status olaraq. Əgər o kriteriyalara uyğunluğunuz varsa iştirak ödənişsizdir, yüksək səviyyədə təşkil olunacaq. Bir növ belə desək, dövlətlə bizim birgə tərəfdaşlığımızla, dövlət qurumu ilə ödənişsiz olacaq. Müəyyən orada biliklər bölüşdürüləcək. Amma belə deyim, kriteriyaları belə deyək, kriteriyaları düzü mən qoymuşam. Aparıcı və baş mühasiblər, ən azı işçi sayı 10 nəfər olan şirkətlərin mühasibləri, amma istisna bir hal var ki, konsalting şirkətlərinin mühasibləri üçün işçi sayı məsələsi qoymamışam. Onu bir yoldaşlarla bölüşürük. Siz hər hansı bir şirkətdə, mühasibatlı şirkətində, konsalting şirkətində çalışırsınızsa, ya bir 6, 7, 8 şirkətlə məşğulsunuzsa, o halda da mən sizi iştirakçı kimi yaza bilərəm. Belə. Demək, başqa bir dərsimizdə iştirak etmək istəsəniz şəxsi yazarsınız. Çox güman ki, bu gün ən gecə sabaha qeydiyyat yeri bitəcək. Başqa sadələşdirilmiş vergimizə 218.1-ci maddəni açaq. 218.1-ci maddəni açaq. Sadələşdirilmiş verginin ödəyiciləri. Sadələşdirilmiş verginin ödəyicilərindən müəyyən qədər danışmışdıq. Biz sizinlə 218-i təhlil etməmişik. Ümumi olaraq 200.000 məsələsini işıqlandırmışdıq, bundan danışmışıq. Kimlər sadələşdirilmiş verginin ödəyicisi olmalıdır, kimlər mənfəət vergisinin ödəyicisi olmalıdır, kimlər ƏDV-nin ödəyicisi olmalıdır. Zaten bu ümumi olaraq bəllidir. Yəni vergi obyekti baxımından bəllidir, amma sadələşdirilmiş vergi və mənfəət vergisində müəyyən şərtlər var. Vergi tutma obyekti ilə məsələ bitmir. Vergi məcəlləsi bir də görürsünüz ki, icazə vermir ki, sən sadələşdirilmiş vergi ödəyicisi olasan, deyir ki, mənfəət vergisinin ödəyicisi ol. Bunu necə təyin edirik? Mənfəət vergisi ilə bağlı məcəllə maddələrində elə bir hal nəzərdə tutulmur. Yəni ümumi olaraq sən mütləq mənfəət vergi ödəyicisi olmalısan və ya olmamalısan tipli cümlələr yoxdur. Sadələşdirilmiş vergi ödəyicisi olmalısan cümləsi var. Bir də sadələşdirilmiş vergi ödəyicisi ola bilməzsən. Artıq bunu biz mənfəət gəlir vergisinin xeyrinə istifadə edirik. Əgər sadələşmiş ola bilmərəmsə, mənfəət və yaxud gəlir olmalıyam. Əgər sadələşmiş olmalıyamsa mütləq mənfəət və yaxud gəlir ola bilmərəm. Ümumi olaraq vergi məcəlləmizdə 9 növ vergi qeyd olunur. Bunların ümumi mövcudluğunu təyin etməyə mühasib bacarmalıdır. Mühasib bacarmalıdır. Bəzən belə desək, suallar daxil olur. Yenə bizim məqsədimiz heç bir zaman insanları aşağılamaq, yuxarıdan aşağı baxmaq olmuyor. Hər bir kəsə bacardığımız qədər dəstək verməyə çalışmışıq. Amma çalışaq ki, xırda suallardan bu meydanda addım atmayaq da, biraz daha böyük addımlar ataq. Xırda suallara özümüz cavab tapaq. Amma ən vacib məsələlərdən biri çox vaxt mühasiblər deyir ki, ay müəllim, mən bir iş götürəcəm, bir şirkətin işini götürəcəm, yəni əlavə bir iş götürəcəm, bir 100 manat, 200 manat, 500 manat alacağam. Burada mən bilmirəm hansı hesabatları təqdim edim. Yəni bu birincisi normalda sistemə baxırıq. Burada nastroyka işarəsi var. Görürsüz bu saatda. Bu texniki tərəfdir. Bu texnik nastroyka işarəsinə tıklayırsınız. Nastroyka işarəsindən sonra burada insan şəklini deyim, bu şəxsi məlumatlar var. Buna tıklayırsınız. Burada mükəlləfiyyətlər var. Yuxarı hissədə mükəlləfiyyətlər var. Mükəlləfiyyətlər bölməsindən artıq hansı vergiləri ödədiyinizi görürsüz. Bu şirkət əmlak vergisi hesabatı da verir, mənfəət də verir, ƏDV də verir, vahid bəyannamədə də təqdim edir. ÖMV bəyannaməsi burada olmur. ÖMV bəyannaməsi sistem onu təyin edə bilmir hər zaman. Bəlkə icarəyə, icarə deyil, alış haqqıdır, 5% ÖMV var ki, qeyri-rezidentdir. O mövcudluğa görə bir növ belə desək, bəyannamə olaraq yox, mənfəət vergisi gəlir vergisi formatında belə mənfəət ədəbi yazılır. Onu bir də görürsüz olmur. Yəni sadələşdirilmiş vergi ödəyicisi olsanız, yəni ÖMV gəlib ÖMV icarəyə gəlib olsa burada görünməyəcək. Və bəzən də texniki olaraq burada yanlışlıqlar olur. Yanlışlıqlar olur və bu datada bizi aldada bilər. Biz biraz araşdırmalıyıq, biraz sahibkardan məlumat almalıyıq, biraz fəaliyyət sahəsi ilə tanış olmalıyıq ki, vergi tutma obyektini təyin edək. Vergi tutma obyekti varsa vergimizi, hesabatımızı hazırlayaq. Ümumi gəlin biraz fərqli formatda baxış keçirdək, baxış həyata keçirdək. Ondan sonra sadələşmişə qayıdacağam. Bir baxırıq buradan. Bu 6-cı maddədə vergi növləri yazılıb. 3 vergini çıxardıram buradan. 3 vergini çıxardıram. Gəlir vergisini çıxardıram, mənfəət vergisini çıxardıram, bir də sadələşmişi çıxardıram ən axırıncı. Qalır orada 6 vergi. Bu üçünü niyə ayırırıq? Bu üçünü indi ayrıca onsuz da təyin edəcəyik. Bu sadələşmiş aşağıda bəlli olacaq bizə. Bu üçünü qoyuruq qırağa. Bundan sonra burada gəlir əlavə dəyər vergisi. Əlavə dəyər vergisini də bilirsiniz. Mükəlləfiyyətdə mütləq yazılır. Mükəlləfiyyətdən baxıb o əlavə dəyər vergisini səhv görməmişik bugünkü kimi. Əgər bu əlavə dəyər vergisi yazılıbsa, deməli sən əlavə dəyər vergisinin ödəyicisisən. Artıq baxın başlama tarixidir. Bunun bitmə tarifi olsaydı qabağında xətt olardı. Yəni bu hələ də ƏDV ödəyicisidir. Hələ də ƏDV ödəyicisidir. Bu o deməkdir ki, iyunun 5-dən ƏDV qeydiyyatına alınmısan, ilk hesabatın iyun 2023 hesabatıdır. Bitmə dövrü burada görə tire olsun. Tire bitmə tarifi. ƏDV-dən ola bilsin bu şirkət çıxsın, hələ çıxmayıb. Yəni bu oxunuş onu göstərir. Köhnə sistemdə rahat idi, burada da çox rahat dərsində. Bax, tire olmalı qabağında yoxdur. Yəni son hesabat tarifi yoxdur ki, son hesabat olubsa, deməli bu mükəlləfiyyətdən çıxır. Belə bir şey yox. ƏDV-də biz ƏDV ödəyicisi olmağımızın 4 halını keçmişdik ki, ya könüllü formada məsələn bir şirkəti yaradarkən könüllü ƏDV salıblar. Elə MNC-ni yaradarkən ƏDV qalçası qoyublar da belə deyək, mənfəət ƏDV seçiblər və yaxud sonradan məcburiyyətdən ərizə yazıb ƏDV düşə bilərsən, onları keçmiş ƏDV mükəlləfiyyəti belə yaranır. Aksiz vergisi ümumi olaraq belə desək, dəyərli yoldaşlar, aksizli malların istehsalçıları tərəfindən adətən formalaşır. Misal üçün mən sadələşdirilmiş vergi ödəyicisiyəm və yaxud mənfəət vergisinin ödəyicisiyəm. Aksizli mal istehsal etmirəm, amma indi baxarıq maddəni tapıb göstərərəmsə, amma xaricdən Red Bull gətirirəm, satıram. Bu yəni aksiz vergisinin ödəyicisi edir ithalda gömrük bəyannaməsi tərəfindən, amma belə aksiz bəyannamə mükəlləfiyyəti bir növ belə desək bizim üçün yaratmır. Onu qeyd edə bilərik. Biz burada bir ümumi cümlə olaraq baxım sizə vergi tutma obyektini tam göstərim. Vergi tutma obyekti. Görürsüz nə yazıb? Vergi tutma obyekti yox, vergi ödəyicilərinə baxaq. Görün burada nə yazıb? Yazıb ki, bu fəsildə başqa hallar nəzərdə tutulmamışdırsa, Azərbaycan ərazisində aksizli malların istehsalı və idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər. Burada idxal məsələsi, yəni dediyim gömrükdə, yəni aksiz vergisinin ödəyicisi olursan. Aksiz vergi bəyannaməsi başqadır. Aksiz vergi ödəyicisi olmaq başqadır. Məsəl üçün mən mənfəət vergi ödəyiciyəm, pul nağdlaşdırıram, 1% sadələşmiş vergi verirəm. Sadələşmiş verginin ödəyicisi hesabatlıq olaraq, bəyannamə olaraq hesabat vermirəm ki. Yəni bu ümumi olaraq, yəni istehsalçılar tərəfə istiqamətləndirir. Bunu da özümüz üçün bir məlumat olaraq yadda saxlayaq. Aksiz vergisindən vergi ödəyiciləri və vergi tutma obyektini. Yəni əsas məsələ burada belə desək, vergi ödəyiciləri və vergi tutma obyekti məsələsidir. Yəni vergi ödəyicisi olmusan, ondan sonrakı hissədə gəlir bunun vergi tutma obyekti. Yəni burada vergi ödəyiciləri sən bildin ki, məsəl üçün mənfəət vergisinin vergi ödəyicisi hüquqi şəxslərdir. Fiziki şəxslər deyil. Amma aksiz vergisinin
vergisində, digər vergilərdə hamı ola bilər. Yəni mədən vergisi, ədəbiyyat fiziki də ola bilər, hüquqi də ən azı vergi ödəyicilərini bilək. Ondan sonra vergi tutma obyektini axtaraq, aksizin fəslində axtaraq, ədəbiyyatın fəslində axtaraq təyin eləyək. Ya burada ümumi vergi tutma obyektinə istehsalçılara bağlı bir məsələlər. Yəni bu sizin diqqətinizdə olsun. Hesabat baxımından da ümumi yəni məcəlləni yavaş-yavaş oxuyanda çox suala cavab tapmaq olur. Amma deyim ki, sizə oturub bütün maddələri və bir gündə 20 maddə oxusaq nəticə çıxartmaq gərək o qədər dərin belə zehni adam olasan ki, mən belə çətinlik çəkirəm hər hansı bir yeni kitab oxuyanda ki, 100 maddə oxudum, hamısını öyrəndim olmur. Yavaş-yavaş 3 maddə, 5 maddə, 3 maddə, 5 maddə, amma hər maddəni 5 dəfə oxumaq lazımdır. Yəni mən misal üçün sizə misal çəkərəm, bir cümləni, misal üçün belə deyək, 219 sadələşdirilmiş verginin vergi tutma obyekti. Bu cümləni bir dəfə oxudun, bir şeydə ilişib qalırsan. Məsələn, təqdim edilmiş mallar burada sənə daha belə böyük bir məsələ kimi görünür. Təkrar oxuyanda indiki gəlirsən, satışdan kənar gəlir görürsən, sonra bu formada yavaş-yavaş məlumatlar insanın şuuruna inteqrasiya olunur. Yəni indi biz sizinlə yenidən qayda digər vergilərə də müəyyən qədər baxaq. Bunlar çox vaxt aparmayacaq. Aksiz vergisindən sonra burada gəlir əmlak vergisi. Əmlak vergisindən də danışmışdıq ki, əmlakı olan vergi ödəyəcək, əmlak vergi bəyannaməsi təqdim edəcək. Torpaq vergi bəyannaməsi yalnız torpağı olanlar deyil, icarəsində torpaq olanlar da ola bilsin ki, bu bəyannaməni təqdim etsin. O vaxt demişdim, hədiyyə məsələsi var. Torpaq icarəsi haqqında qanunla bağlı. Torpaq əgər özünürsə, mütləq qaydada vergi ödəyəcək, torpaq bəyannaməsi təqdim edəcək. Amma torpağı icarəyə götürmüsənsə, dövlətdən götürmüsənsə, bələdiyyədən, misal üçün icra hakimiyyətindən, əmlak komitəsindən, o halda da sən verirsən. İcarəyə götürən hesabat. Dövlət artıq vergini ödəmir, icarəyə götürən özü vergi ödəyicisi hesabatı təqdim etməlidir. Hesabatsız vergi olmur. İstisna hallar var. Sabit qərar fərqlənmə nişanı və fiziki şəxslərin ödədiyi əmlak və torpaq vergisindən başqa insanlardan danışıram. Qalan hallar üçün demək ki, təsadüfi istisna hallar var. Qalan hallarda hesabatlılıq təmin olunmalı. Yol vergisi. Yol vergisini bizdə həm bəyannamə ilə həm bəyannaməsiz var. Ölkəyə daxil olan xarici maşınlar verir yol vergisini. Yol vergisinin fəslində məsələnin sonunda hesablama mexanizmi verilir. Ümumi olaraq qeyri-rezidentlər ödəyirlər və yaxud da ki, neft daşıyan, benzin daşıyan maşınlar ki var, şirkətlər ki var. Onlar da litrinə görə 2 qəpiklə yol vergisini hesablayıb alıb ödəyirlər dövlətə. Yol vergisi fəslində tanış olarsa, yol vergisi aylıq hesabatdır, aylıq hesabat. Mədən vergisi də biz qeyd etmişdik ki, yerdən, dənizdən, təbii sərvətlərin istismarı ilə, hasilatı ilə, çıxarılması ilə məşğul olan şirkətlər aylıq olaraq mədən vergi bəyannaməsini vergi orqanına təqdim etməlidirlər. Bunlar ümumi danışdıq. İkincisi qayda sadələşdirilmiş vergiyə, sadələşdirilmiş verginin 218.5-ci maddəsində. 218.5-ci maddə hansı sirləri özündə cəmləşdirib ondan danışacağıq. 218.5-ci maddə 13 alt bənddən ibarətdir. Əksəriyyətiniz bu maddə ilə bizim 25 layihəmizdən tanışsınız. 218.5-ci maddə 13 bənd üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu qadağan edir. Əgər bu 13 haldan biri sizə xas olarsa, siz sadələşdirilmiş vergi ödəyicisinin mükəlləfiyyətini daşıya bilmərsiniz. İndi necə keçid olur, sadələşmişim necə ləğv olur, necə mənfəətə keçirəm, hesabatlılıq necə təmin olunacaq, ondan da danışarıq. Yəni bu 13 haldan biri sizdə olarsa, artıq sizin üçün sadələşdirilmiş verginin kitabını bağlamaq vaxtı gəlib çatmışdır demək olar. İndi başlayaq bir məsələlərə baxmağa. Deməli dəyərli dostlar, birinci başlayır burada 218.5.1 deyir ki, aksizli və məcburi nişanlanma ilə nişanlanmalı olan malları istehsal edən şəxslər. Vergi məcəlləsinin 190.2-ci maddəsində, 190.2-ci maddəsində aksizli malların siyahısı var. Siqaret, Red Bull, energetik içkilər, spirtli içkilər və sair və axır. Bu maddələrin istehsalçıları sadələşdirilmiş vergini ödəyicisi ola bilməz. Bir də burada məcburi nişan var, məcburi nişan. Məcburi nişan üzr istəyirəm, göstərmək məsuliyyətindəyəm. Bilməyən yoldaşlar da bilsin. Məcburi nişan anlayışı çoxdan var. Amma format olaraq bölgü dəyişdi. Bir var, bu siqaret qutusu əlində. Siqaret qutularının siqaretdən istifadə edən və satışında mühasibə işləyən şəxslər əvvəl burada siqaretin üstündə aksis kağızı olurdu. Artıq bütün məlumatlarından həmin aksis kağızı yığışdırıldı. Əvəzinə bütün məlumatlarında da nişan gətirildi. Nişan bunun arxa hissəsində QR kod formatıdır. QR kod getmir, data matrix adlanır. Ayrıca Nazirlər Kabinetinin qərarı var bununla bağlı. Bir illər bu dəyişiklik olur. Çox üzr istəyirəm, buradan daha rahat göstərəcəm sizə. Bax burada da var, qapağı qaldırandan sonra siqaret qutusu, burada QR kod var. Bu nə üçündür? Vergi orqanı əməkdaşı gəlir, cihazla yoxlayır bu QR kodu və ya siqaret açılır bu hissədə və ya bu hissədə yoxlayır. Əgər bunları vergi təsdiqləyir də bu QR kodları. Əgər bu imtina verərsəsə bunun artıq saxta siqaret olduğu, yəni fabrik malı belə desək, belə qıraqda hazırlanmış siqaret və qaçaqmalçılıqla ölkəyə keçmiş siqaret olduğu təyin olunacaq. Aydındır? Və bildiyiniz kimi aksizli mallardan, aksizli və məcburi nişanlanmalı mallarla bağlı həm inzibati xətalar məcəlləsində, həm də cinayət məcəlləsində xüsusi maddələr var və əməli başda buna iş açılır. Yəni cinayət işi açıla bilir, türməyə kimi yəni gedib çıxmalı olar. Ona görə dövlət bu aksizli mallara xüsusi nəzarəti həyata keçirir. Bu nişanlı malları istehsal edən şəxslər mən Nazirlər Kabinetinin qərarında sizə göstərdim. Şərt deyil. Mən özüm də məsəl üçün spirtli içkilərlə bağlı heç bir şirkətin işini görmürəm. Yəni bilmirəm demirəm hər şey halal qazanılır, haram yeyir. Yəni haram kriteriyası olan məhsulların münasibətından uzaq. İstər bunun haram kalkulası olsun, istər araq olsun, istər pivəsi olsun. Siqaret işi var amma. Siqaretin də istifadə olunur da, siqaret şirkətimiz var. Ümumi olaraq istifadə amma bu demək ki, biz qanunu bilməməliyik. Ən azından qanunu biz bilmək bizim vəzifəmizdir. Mən qanunu tapım deyim sizə, niyə bu qanunu göstərirəm? Aksizli və məcburi nişan qərar 400 neçədir? 48-dir deyəsən. Gözünə açın bunu görməli bu qərardır. Bu qərar. 48 nömrəli qərar. Bu qərarı niyə göstərirəm? Ən azından müsahibədə sizə sual verə bilərlər ki, ay Elşən, bir var aksiz kağızı. Baxın bu aşağıda var. Bu kağızları göstərir, aksiz kağızıdır. Üzr istəyirəm, bu olur Red Bullun üzərində, bu olur arağın üzərində, bu da yazıb filan alkoqol içkilər. Bir var aksiz bir də var. Bu da aksizdir misal üçün belə deyil. Bir də baxın bu bayaq matrixdir, data matrixdir. Bayaq göstərdiyim QR kod, data matrixdir, bu barkoddur. Belə də istifadə oluna bilir, toplu bağlamalara belə vurulur, tək-tək siqaret qutularına isə belə vurulur. Ən azından sizə 2023-də təsdiqlənib. Ən azından sizə sual verə bilərlər ki, hansı aksizli mallar? Aksizli mallar 191-ci maddədir. Nişan məsələsi isə 2 yerə bölünür. Bəzilərində ümumiyyətlə nişan vurulmur, heç birində nişan vurulmur. Amma ümumi olaraq bütün məlumatları matrixdən gedir. Bu spirtli içkilər aksiz kağızı ilə işarə edirlər. Ancaq baxın içki və şərab, araq bunlar və siqaretlərdə olur aksiz işarələri. Aksiz və nişan. Məsələn, qızıl da aksizli maldır, amma nişanı olmur. Onun probu olur deyirlər, o istehsalçı ayrı məsələdir. Amma ancaq nişan məsələsi qızıl da aksizli maldır, ithalında aksiz var, amma onun üzərində kağız var, data matrix var. Amma spirtli içkilərdə aksiz kağızı olur, siqaretlərdə isə bütün məlumatlarda isə data matrix kodu olur. Hamısında data matrix gedir. Aksiz gedir. Sonra onu böldülər ikiyə ayırdılar. Buradan tanış ola bilərsiniz. 48 nömrəli Nazirlər Kabinetinin 14 fevral 2023 nömrəli qərarından. Deməli xanım sual yazıb ki, müəllim, mən tutaq ki, alıb satıram aksiz amma saxta olursa bunu necə bilə bilərəm? Onu orada məsuliyyət məsələləri var da, məsuliyyətə cəlb olunma,
sən rəsmi alsan siqaret, yəni azından rəsmi alışın olsa, alt sənədlərin olsa, yəni sənin elə bir cihazın yoxdur bunu təyin edəsən, yəni mən elə bilirəm. Çünki o rəsmi şirkətlər var, ölkədə sırf siqaret satan şirkətlər var. Sarvan şirkətidir, Sərəf Trade'dir, Şah 96-dır, Vektor şirkətidir. Mən bu Tabateranın tərkibində bu 4 şirkəti tanıyıram, başqa şirkət tanımıram. Ümumi olaraq hani baxım malı kimdən alırsan da, malı kimdən alırsan və sənədləşməyə baxmalısan. Belə mən fikir bildirə bilməyəcəm. O barədə məlumatlı deyilən təəssüflər olsun. İndi davam edirik. Bunu Mən bildik. axşamınız xeyir. Bununla bağlı xanıma bildirim ki, orada kod qeyd olunur. Yəni GTN kodu deyilən bir şey var. O yazılmasa heç o kodu götürmür. Yəni onu da onlar öz başına yaza bilməzlər. Gitin kod Yəni saxta malla sata bilməzlər də, olmayan da. Yəni saxta sata bilməzlər. Gitin kodda saxtaya gətirib sat. Gitin kod budur. 8 9 13 8 12 13 rəqəmli olur. Mən aksizli mal elektron qaynar dərsinizdə əvvəl keçirdik. Aksizli malların satışı zamanı siqaretin üstünə biz buna barkod deyirsən gitin kodu qlobal identifikasiya nömrəsi. Bunu yazmağa görə riskə düşürsən. Bu mütləq qayda qoyulur. Mümkün deyil, yazmaq olmur onsuz da müəllim. Onsuz mümkün deyil yazmaq. Yox, mən onu demirəm. Yəni saxta siqaretdə də bu olur da. Hə, saxta siqaretdə olur. Yəni bu şərtdə bu sənin malının həqiqi olduğunu sübut eləmir belə baxanda. Yəni bu saxta malda da var. Zaten Rusiyadan gələn nəbinin bu bahalı parlarını falan çıxır. Onda da bu zaten var. Sadəcə burada məsələnin həlli nişanlı orijinallıqdır. Başqa heç bir şey məsələnin həlli eləmir. O gitin kodun qüvvəyə minməsi aksizli malların nəzarətin həyata keçirilməsi üçün vergi tədbiridir. O da məcburidir. Məcbur elətdir artıq. O məcburidir. Və 200-dən çox siqaretlərdə də bütün məlumatlar, 200 yaxın mal kodu olan mallardadır. Hə, belə. Yəni saxtalaşdırmanı biraz onu bilmirəm də, o məsələdən tam məlumatlı deyiləm. Yəni siz ehtiyatlı olun da. Yəni sahibkar özü bilir kimdən mal alır. Sahibkar çox yaxşı bilir kimdən mal alır. Hə, mən elə fikirləşirəm. Birinci bunu bildik. Aksizli malların istehsalçıları sırf alıb satanlara aidiyyatı yoxdur. Alıram siqareti satıram, problem yoxdur. Belə özüm istehsal edib satıramsa, hə, onda artıq aksiz vergisi, sadələşmiş vergi ödəyicisi ola bilmərəm. Mən mənfəət vergisinin ödəyicisi olmalıyam. Bu məsələ öz yerində. Keçirik ikinci bəndə kredit təşkilatları. Bu banklardır, banklar, lombardlar, boklar, belə deyək. Bunlar sadələşmiş verginin ödəyicisi ola bilməz, mütləq mənfəət vergisinin ödəyicisi olacaq. Kapital bank mənfəət, ABB mənfəət, Kaşabank mənfəət. Yeni bir bank yaratmaq istəyən böyük mənfəət vergi mükəlləfiyyətini yaratmalıdır, sadələşmiş burada qadağandır. Sonra gəlir burada qeyri-dövlət pensiya fonları. Çox qalmaq istəmirəm, vacib məsələ demək istəyirəm, çünki cari vergi ödəmələri də ağırdır. Qeyri-dövlət pensiya fonları var. Bu Azərbaycanda hələ ki yoxdur. Bunun tarixçəsi belədir. Rəhmətli Əbülfəz Elçibəyin dövründə bu məsələ qalxmışdı 90-cı illərdə Milli Məclisdə. Orada qaldı. Onun qanun layihəsi təsdiqlənmədi. Yenicə Milli Məclisdə bu məsələ son bir ildə işıqlandırılıb bir iki dəfə. İşıqlandırılıb, amma qanun layihəsi təsdiqlənmir. Yəni bu məsələ qeyri-dövlət pensiya fonları odur ki, yəni pensiya təqaüd verən özəl şirkətlərdir. Dövlətdən asılı olmayan pensiya şirkətləri belə deyək də, təqaüd şirkətləri. Ümumiyyətlə diqqətinizə bir daha çatdırım ki, bütün müddəalarla bağlı qanun layihələri tam həcmdə mövcud deyil ölkəmizdə. Elə məsələlər var ki, qanunda var, belə deyək. Yəni qanun dediyimiz nədir? Məcəllədir və konstitusiyadır. Ən əsas konstitusiya, Azərbaycan konstitusiyası və konstitusiyaya uyğun bu məsələlər vardır. Bu normativ hüquqların konstitusiyada sıralaması var. Əsas konstitusiyada sonra gələn məsələlər, sonra digər məsələlərlə bağlı qanunlar və sair baxır. Qeyri-dövlət pensiya fonlarının fəaliyyətini tənzimləyən qanun layihəsi səhv etmirəmsə təsdiqlənmir. Bunun kimi digər nüanslar çoxdur. Yəni belə deyək. Gələcəkdə yəni təsdiqlənir. Sonra gəlirik. Əgər ölkədə özəl pensiya fonları olsa, onlar sadələşmiş mənfəət vergisinin ödəyicisi olacaq. Bəlkə də sonra azad olunma verdilər və sair. Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər. Ümumiyyətlə əmlakını icarəyə verən şəxslər sadələşmiş verginin ödəyicisi ola bilməzlər. Əmlak dediyimiz nədir? Daşınan əmlak və yaxud daşınmaz əmlak. Fərq etmir. Adi telefonu belə icarəyə versəz, kompüteri belə icarəyə versəz, və məsələn biz ən çox icarəyə fərqi yoxdur. Yer obyekt verirsən icarəyə, abunalıq verirsən, icarə fəaliyyəti olan vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Onlar gəlir və mənfəət vergisinin ödəyiciləri olur. Yəni bu o deməkdir ki, misal üçün deyək ki, mən özümə bir plaza tikmişəm, dövrəm 200 min manatı keçmir. Heç keçmir 200 min manatı. Ədəbi məcburiyyəti belə deyək yoxdur. Özümə bir obyekt tikmişəm, yerləri icarəyə vermək istəyirəm. Şirkətlərə ofis kimi icarəyə verirəm. Mən qayıdım deyim ki, mən bunun vergisini 2%-dən vermək istəyirəm. Yəni rubli 15 min deyə dövrəyə yığılsa, 10 dənə 15 dənə otaq 1000 manatdan icarəyə vermişəm. Dövlət deyir yox, icazə yoxdur, 2%-dən yox. Sən hüquqi şəxsənsə mənfəət 20%-dən, fiziki şəxsənsə 14%-dən gəlir vergisini dövlətə təqdim etməlisən. Onu da ömürlük formatında tutulur da bizdən belə deyə bilərik. Fiziki şəxslərdən ömürlük formatında icarəyə götürülür. Hüquqi şəxslər öz mənfəət vergi bəyannaməsində gəlirlər hissəsində 203-cü sətirdə bəyan etmə həyata keçirilir. Yəni bunu ümumi yadda saxlayaq. Buradan başqa suallar ortaya çıxacaq. Ola bilsin ki, Həsən adlı MMC-nin avadanlıq verir icarəyə. Nəyin avadanlığı var? O da eynidir. Obyektin eyni statusuna gəlir vergi baxımından. Həsən deyir ki, mənim bir dənə mağazam var. Belə işə baxır. Deyir ki, Həsənin bir mağazası var, bir mağazası var. Biz rekordu qoşmuşuq, arada bir yaddaşlığımızı yaranır, qoşmuşuq. Həsənin bir mağazası var, bir pərakəndə mal satır. Bir məhəllədə öz bir mağazası, bir işçi qoyur bura. Mağaza özü işləyir. Gündə 3000, 5000 dövrü olur. 305, 300, 400, 400, 500 olur. 300, 400 dövrü olur. Həsən 2%-dən sadələşdirilmiş vergi bəyannaməsi verir. Günə 500, aya 15 min, 15 min 2% 300 manat vergi verir belə deyək. Həsən indi istəyir ki, avadanlıq versin icarəyə. Həsən deyir biraz mağazadan pul qazanır, işi böyütmək istəyir. Həsən gedir misal üçün nə deyək? 3 dənə maşın alır, 3 dənə bir ayda alır, B-də alır, icarəyə verməsi gündəlik icarə 30 manatdan 40 manatdan rentekar kimi. Artıq bu olur icarə fəaliyyəti. Dövlət də deyir ki, əgər sən icarə fəaliyyətini Həsənə sərf eləmir axı. Bir dənə icarəyə görə bu mağazaya da gəlir 2%-dən vergi versin. O da düz gəlmir. Dövlət də burada biz nəzərə alır 221.7-ci maddədə bir əmlakın icarəyə verilməsi ilə məşğul olan şəxslər digər fəaliyyət növləri ilə məşğul olduqda 200 min dövriyyə məsələsini gözləməklə digər gəlirlərini 2%-dən vergiyə cəlb edə bilər. Yəni sən həm icarə, həm də digər məsəl üçün mən təlim mərkəziyəm belə deyək, həm də icarəyə avadanlıq verirəm, öz gəlirlərimi bu tərəfdən əhaliyə təlim keçirəm, xidmətlərimi 2%-dən vergiyə cəlb edə bilərəm. Digər tərəfdən isə əmlakıma görə ömürlük 14%-dən vergi təqdim edə bilərəm. Belə olan halda necə olur? Siz hər cür sadələşdirilmiş vergi bəyannaməsi verirsiniz mağazaya görə, Həsənin mağazasına görə. İldə bir dəfə də gəlir vergi bəyannaməsi verirsiniz. Avadanlıqlara görə, maşınların icarəsinə görə. İki hesaba. İkili hesabat sistemi burada sizin üçün qurulmalıdır. Bu formada mükəlləfiyyət iki mükəlləfiyyət olacaq. Belə dəyərli yoldaşlar. Əmlakdan da danışdıq, sadələşmiş ola bilməz. Təbii inhisar subyektləri var. Bu bizim üçün o qədər aktuallıq daşımır. Təbii inhisar subyektlərinə bağlı Nazirlər Komitəsinin qərarı var. Gəlin qərarı da açaq sizin üçün. Qərarın nömrəsi yadımdan çıxır, nömrəsinə baxaq. 372 nömrəli qərar. Təbii inhisar subyektlərinin burada siyahısı var. Məsəl üçün Bakı metropoliteni, Azərişıq, Azəriqaz 30-40 təbii inhisar subyekti var. Bunlar rabitə qovşaqlarıdır, rabitə idarələrdir. Bunlar sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Mükəlləfiyyət olaraq mənfəət vergi mükəlləfiyyəti daşıyırlar. Sizin burada publik hüquqi şəxslər də var. Publik hüquqi şəxslərin verginin azad olması var, mənfəət vergisində gücləşdirilirlər komissiyasında və sair. O məsələ öz yerində, amma sənəddə mükəlləfiyyət olaraq mənfəət vergi mükəlləfiyyətini daşımaq məcburiyyətindədirlər. Bu məsələ, bu sual sizə nə üçün lazımdır? Bu mövzu sizə nə üçün lazımdır? Bu olar ki, hər hansı bir dövlət qurumunda, hər hansı bir təşkilatda çalışırsınız, elan olunsun ki, filan publik hüquqi şəxs yaradılsın. Publik hüquqi şəxslərlə bağlı göstərişi prezident verir, belə deyək, publik hüquqi şəxslər qanununa əsasən bələdiyyələrlə bağlı məsələləri qoysa qırağa, dövlətin adından yaradılan publik hüquqi şəxslərin sərəncamını Azərbaycan prezidenti ihamə edir. Publik hüquqi şəxslər də adətən təbii inhisar subyekti formatında yaradılır, yəni oxşarlıq olarsa, yəni o formatda yaradılırlar. Son publik hüquqi şəxs sonlardan biri balıqçılıqla bağlı. Neftçilərdə məsəl üçün balıq festivalı keçirilib, balıqçılığı ölkədə inkişaf etdirmək istəyirlər. Məsələdə balıqçılıq azadlığına verilir. Prezidentin göstərişi olmalı səhv eləmirəmsə 2024-də balıqçılıqla bağlı publik hüquqi şəxs yaradılsın. Onlar üçün olsa təbii inhisar subyektlərinə aid edilsə, misal üçün belə deyək. Onlar sadələşdirilmiş vergini yarada bilməzlər də. Zaten publik hüquqi şəxs belə deyək
heç sadələşmiş ola bilməz. Amma bəzən publik hüquqi şəxslərlə bu 218.5.5 ilə 0.5.7 kəsişir. Bir şirkətin hər ikisi olur, həm publik hüquqi şəxs olur, həm də təbii insan subyekti olur. Onlar da sadələşmiş ola bilməz, onların bölünümünü o formada yarada bilmərsiniz. Bu məsələ öz yerində. Keçək növbəti məsələyə, əmlakın qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər. Əmlakın qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər nə deməkdir? Deyək ki, siz 2024-cü ildə şirkət yaratmısınız. Mən sadələşdirilmiş vergi ödəyicisiniz, belə deyək, sadələşmiş yazaq. Özünüz üçün 1.5 milyon manatlıq avadanlıq almısınız, olsun, avadanlıq almısınız, sadələşmiş dövrəyə azdır, sadələşmişdə qala bilirsiniz. Belə 2024-də sadələşmiş vergi bəyannamələri ilə keçirirsiniz. Bu avadanlıq deyək ki, 20%-dən amortisasiya olacaq 2024-cü ildə 300 min manat. Qalıq dəyəri burada qalacaq 1 milyon, 1.2 milyon qalıq dəyəri keçir 25-ci ildə. Bu da deyir ki, növbəti ilə, yəni qalıq dəyəri 1 milyon manatdan artıq olan məbləğlə keçirsənsə, əvvəlinə, yəni ilin əvvəlinə, artıq sən sadələşmiş ola bilmərsən. Yəni sən artıq 2025-ci ildən ərizə yazmalısan, özünün mənfəətə gəlirə keçirməlisən. Aydındır yoldaşlar. Bu dövlət deyir ki, bu 1.5 milyon əmlaka pul verir. Bunun fikrinə, yəni bu 200 min dövriyyəni keçməyəcək. Yəni bu qədər kiçik bir düşünür. Ona görə əvvəldən baltanı vurur, desən mənfəət vergi ödəyicisi ol, kişiyə elə bax. Aydın məqsəd budur. Yəni böyük addımlar atırsansa sadələşmişi yaddan çıxartmalısan. Yəni belə Lordildə məsələn belə işlandıra bilərik. Bu da onun üçün. Yəni 25-ci ildən yanvarın 1-dən mənfəət olmalıdır bu şirkət. 24-də problem deyil. Alıb avadanlığı amortisasiya eləyəcək. 24-də sadələşmişdən keçirdə bilər, başqa hal olmasa 25-dən mənfəət vergisinin ödəyicisi olacaq. Belə hallarda diqqətli olmaq lazım. Niyə? Bu maddələri keçməkdə məqsədimiz odur ki, biz bilmirik ki, mənfəətin vaxtı nə vaxtdır. Yəni məsələn təsəvvür edin ki, bu şirkətin mühasibi bilmir bu maddəni. Bir də gəlir may ayında məsələn işıqlanır vergidən məktub gəlir, gec gəlir də misal üçün. Yəni bu kameral vergi və ya digər məsələ deyil də, bu məsələ ilə bağlı xəbərdarlıq müddəti ola bilər vergidən belə deyək, kameral əlaqələndirməsək. Vergi orqanı deyir ki, sən yanvarın 1-dən bütün dövrənin mənfəəti tələb etməlisən. Vergi ödəyicisi misal üçün bilmir, mühasibə arxayın olur, artıq mənfəətdə vergi yükü çox ola bilər axı. Bəzən düzdür az da ola bilər, amma vergi yükü çox ola bilər. Yəni bu məsələlərdə diqqətli olaq ki, sonradan işin üstəslanda vəziyyət mənfiyə doğru getməsin. Yəni bu belə. Burada amma bir istisna, əsas bir istisna odur ki, restoranlar üçün istisnadır. Yəni restoran və nəqliyyatla, sərnişin daşıma ilə məşğul olan istisnadır. Yəni sənin restoranın varsa, restoran 8%-dən işləyə bilər də, yəni ya 2%-dən işləyə bilər. Onları burada restoranları məsələyə qatmırıq 218.1.2 ictimai yaşadır. Mən restoran açmışam, 1.5 milyonluq avadanlıq almışamsa, növbəti ilə 1.2 milyondan keçəndə mənim üçün bu maddə tətbiq olunmayacaq. Ola bilsin vergidən məktub gəlsin, siz 218.5.6-cı maddəni cavab məktubunda yazacaqsınız. Deyəcəksiniz ki, mütərizədə istisna vermisiniz. 218.1.2 ilə 218.1.2 də yaşa fəaliyyətlə məşğul olan şəxslərin vergi tutmasını təyin edir. Deməlisiniz ki, bizim üçün deyil bu maddə. Yəni bu maddə mənə istismara aid edildi. Belə qeyd kimi təqdim etmək olar. Və bir məsələni də diqqətinizə çatdırım ki, vergi orqanından daxil olan bütün məktublar, elə vergi orqanı yazıb belə olmalıdır, belə olmalı anlamına gəlmir. Vergi orqanının fəaliyyətini burada aşağılamırıq. Vergi orqanının AVIS sistemində 600 və 600-dən çox uyğunsuzluq məktubu formatı var, məktub bildiriş formatı var. Məktublar və hesabatları təqdim edəndən sonra ortaya çıxır, avtomatik sistem demək olar ki, ona bağlanılıb. Yeni məktublar da hazırlanır hal-hazırda, yeni məktublar da arta-arta gedir. Yəni vergi orqanı avtomatik olaraq məktubu AVIS-dən kənar, AVIS-dən göndərir. Bəzən AVIS-dən kənar vergi orqanının əməkdaşı özü yazır, AVIS-dən kənar əllə yazıb göndərirlər. Təbii ki, öz hazır şablonlarından istifadə edərək əlavə qeydləri yazaraq məktubu sizə əllə göndərirlər. Yəni New York Tax-dən əllə yazıb göndərirlər. Vergi orqanında göndərib cavab verirsən, məsələyə aydınlıq gətirirsən. Yəni vergi orqanına yazışmalar budur. Vergi orqanına yazışmalar budur ki, vergi orqanı da açıqlama verib öz işinin səhvsizliyini ortaya çıxartmalısan ki, yox, mən sadələşmiş ola bilərəm. Çünki mən yaşayıram. Bu belə. İndi məsələn mən sizə nümunə çəkə bilərəm bundan bağlı. Bilmirəm indi istifadə edirsiniz yoxsa yox. Neçə il üçün 4 il 5 il bəlkə də olar. Biz əvvəl KFC-yə gedərkən uşaqların aradan girişdə gedir, adamın könlündən keçəndə gedir. Bu KFC-yə getmişdik, hansı KFC-yə? Ya McDonald's-a getmişdik, ya KFC-yə getmişdik. McDonald's-a, ya KFC-yə nəsə qarışdırıram. Onda KFC idi ya McDonald's idi. Bunlar sadələşmiş idi 8%. Sonra gördüm ki, 4-5 il, 3 il, 5 il qabaq gördüm ki, bu artıq mənfəət plus ədəbi oldu. Artıq onlar istəyir sadələşmiş olur, istəyir mənfəət plus ədəbi özləri bilər. Bilirəm, ərizə yazırlar, özlərini dəyişirlər də. Buradan ora, oradan bura keçə bilirlər. Yəni bu məsələləri diqqətinizdə saxlayın. Çünki iaşə fəaliyyəti istəsə 8% mənfəətdə 8% sadələşmişdə qala bilər dövrə 200-ünü keçəndən sonra. Dövrə 200-ünü keçəndən sonra məcbur deyillər mənfəət plus ədəbi olsunlar. İstəyirlərsə sadələşmişdə qala bilər 8%-dən, istəmirlərsə mənfəət plus ədəbiyə keçirlər. Bu adətən hansı halda olur? Daha çox avadanlıq olan şirkətlər, xaricdən ixal əməliyyatları ilə yeməyi, qidanı, kartofu, soğanı misal üçün gətirənlər, yəni sadələşmiş 8% yox, mənfəət plus ədəbini keçirlər ki, ədəbini əvəzləşdirsinlər. Çünki avadanlığı mən xaricdən gətirirəm, misal üçün 100 milli avadanlıq 18 min ədəbisi var, bunu əvəzləşdirib artıq ödəməyə salım. Yəni illik vergilərə silinir. Yəni bu nöqteyi nəzərdən bizim üçün faydalı olur. Bizim üçün faydalı olur. Publik hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqları yoxdur. Publik hüquqi şəxslər haqqında Azərbaycan qanunu var. Publik hüquqi şəxslər ya dövlət adına yaradılır, ya bələdiyyə adına yaradıla bilər. Prezident də bu işin sərəncamını verən. Misal üçün Dövlət İmtahan Mərkəzi, digər nöqtələr ki var. Bu publik hüquqi şəxslərin vergi mükəlləfiyyəti mənfəət olur. Mənfəət vergisindən də güzəştlər hazırlamaları var. Öz yerində 106-cı maddədə yazılıb. Hətta ədəbi ilə də bağlı hazırlama güzəştləri var. Amma ümumi olaraq mükəlləfiyyət olaraq publik hüquqi şəxslər mənfəət vergi ödəyicisi olmalıdırlar. Bu məsələ öz yerində. Gəlirik bura kimi danışdım. 7 haldan danışdım. Bu 7 hallar ki var. Bu 7 hallar deyirəm. 7 hal ki var. 210 bu göyərtdiyim hissə. Bunlar böyle aktual məsələlər deyil. Yəni baş sındırmalı məsələlər deyil. Burada indi aksizli mal zaten bilirik ki, bu zaten mənfəət ədəbi olmalıdır. Aksiz mal istehsalı birbaşa ədəbi ödəyicisi. 154.6-da yazılıb. Ədəbi ödəyicisi zaten mənfəət olacaq. Sadələşmiş ixtiyarı yoxdur. Bu da yazır ki, sadələşmiş ola bilməz. Maddəyə bağlı 154.6 ilə 218.5.1 bir-birinə bağlı. Banklar bir-biri sadələşmiş. Burada baş sındırmalı bir şey yoxdur. Böyük asanda mənfəət yaradırıq. Qeyri-dövlət mənfəət yaradırıq. İcarə mənfəət yaradırıq. Gəlir yaradırıq. Təbii insan subyekti mənfəəti böyük asanda bunun talihi həll olunur. Bir də burada mükəlləfiyyət məsələsi 1 milyon məsələsi qalıb dəyəri. Növbəti ilə keçəndə ərizə yazıb mənfəət gəlirə keçirirsiniz. Publik hüquqi şəxsə yarananda elə mənfəət yaradır. İndi gəlirik vacib məsələlərə. Burada bizim 1, 2 vacib məsələmiz var. 218.5.8-ci maddədən başlayaq. 218.5.8-ci maddə yazır ki, rüb ərzində işçilərin nöqtə sayı 10 nəfərdən çox olan istehsal fəaliyyəti həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Burada biz hansı məsələlərə diqqət etməliyik? Birinci, istehsal fəaliyyəti nədir? Onu işıqlandıracağam, biraz aşağı düşəndə topla satışla bir yerdə burada izah edəcəm. İşçilərin nöqtə sayı nədir? Məsəl üçün deyək ki, dəyərli yoldaşlar, siz istehsalla məşğulsunuz. Nə deyək? Mebel istehsalı. Mebel istehsalı 3-cü rübdür. 3-cü rüb iyul ayıdır, avqust ayıdır və sentyabr ayıdır. Əmək müqaviləsi ilə çalışan 12 nəfər işçimiz iyul ayında olub. Yəni işçi ola bilsin, iyul ayında belə deyək, belə düşünün, diqqətlə qulaq asın. İyun, nədən loya keçirəm? Nədən? İyundan iyula keçəndə deyək ki, 9 nəfərlə keçmişəm. İyulun əvvəlində 9 nəfər işçi olub. Sonra mən 3 nəfəri də işə götürmüşəm. Oldu 12 nəfər. 12 nəfərində 5-i işdən çıxdı, qaldı 7 nəfər. O 7 yox 12-ni götürdük. Yəni iyul ayında neçə əmək müqaviləsi olub? 12 olub da, 9-dan keçdim, 3 nəfəri götürdüm, oldu 12. 5-i çıxdı, qaldı 7. O 7 artıq avqustun əvvəlinə girişdi. Yəni avqust üçün hesablanacaq. 12 nəfər əmək müqaviləsi olub. Avqustda deyək 11 nəfər, deyək 7 nəfər oldu. Niyə? İyulda 5 nəfər çıxdı, avqustda 7 nəfərlə daxil olduq. Sonra avqustda 3 nəfər işə götürdük, oldu 10 nəfər. Sentyabrda da elə avqustdan 10 nəfərlə keçdik, sentyabr tərəfə 5 nəfər işə götürdük, oldu 15 nəfər. Bu əmək müqavilələrinin sayıdır.
Digər məsələ, burada mütərizədə məndən soruşur ki, faktiki işə gələnlər, faktiki işə, əmək müqaviləsi birinci şərt, faktiki işə gələnlər başqadır. Deyirəm ki, iyul ayında 12 nəfərdən əmək müqaviləm olub, bunun bir nəfəri məzuniyyətdə olub, bütöv ayı. Bütöv ayı məzuniyyətdə olubsa, deməli mənim 11 nəfərim işə gəlib də. Deməli sözdə səhvdir. Bəlkə kimsə də xəstə olub, yəni 11 nəfər ən azından bir gün işə gəlib də, belə deyək. 11 nəfər işdə olub, bir nəfər işdə olmur. Və yaxud deyək ki, burada 10 nəfərdən 8-i işdə olub, ikisi məzuniyyətdə olub. Amma deyək ki, bu 15 nəfərin hamısı işdə olub. Hamısı işdə olub. Mən mütərizədəkiləri toplayacağam. 11 plus 8 plus 15 toplayanda eləyir 23, 34 nəfər. 34-ü bölürəm 3-ə ayların sayına, bu deyilir 11.33. 10 nəfəri keçdi ortalama. Ortalama ki 10 nəfəri keçdi, artıq siz sadələşdirilmiş vergi növbəsi ola bilməzdir. 10 nəfərdən deyək çox olanlar ola bilməz. Burada şərtlər nə oldu? Birincisi mənim işçi sayım 10 nəfəri keçdi, faktiki. İkincisi mən istehsalatla məşğulam. Bu iki şərt. Üçüncüsü də məsələyə hüquqi baxılır, hüquqi baxılır. İndi burada sual doğuran məsələ nədir? Mən hansı hüquqdən sadələşmişdən vaz keçməliyəm? Bunun məsələdə cavabı yoxdur. Bu məsələdə boşluq olaraq səhv etmirəmsə qaldı. Axtarmışıq, tapa bilməmişik. Mən axtardım, tapa bilmədim. Sonra digər daha belə təcrübəli, daha tanınmış mütəxəssislərdən də soruşdum. Dedi yoxdur məsələdə. Yanaşma olaraq vergi orqanı səhv etmirəmsə həmin hüquqdən səni mənfəətə salacaq. Aydın fikrim. Yəni artıq üçüncü üçün sadələşmiş vergi bəyannaməsini vermirsən. Yəni ərizə yazıb özünü mənfəətə keçirməlisən. Bu biraz məntiqi olaraq düz gəlmir. Əvvəlki tarixdə səni mənfəət mükəlləfiyyətinə dəyişəcəkdi. Vergi orqanı belə deyə müraciət olunmalıdır. İndi bizim humanistlik göstərilsin, desinlər ki, üçüncü üçün sadələşmişi ver. Oktyabrın 1-dən artıq 4-cü ildən mənfəət vergi mükəlləfiyyətini daşır. Belə olan halda 9 ay üçün 3 dəfə sadələşmiş hesabatdan verirsən. İlin sonunda mənfəəti təqdim edəcəksən. Oktyabr, noyabr, dekabrın gəlir və xərcləri üçün. Daha sadələşmiş dövrlərin gəlir xərclərini mənfəət gəlir vergi bəyannaməsində daxil etmirsiniz. Bu məsələ öz yerində. İndi tələsməyin. Gəlirik burada 218.5.9-a deyir ki, topdan satışla məşğul olan şəxslər sadələşdirilmiş vergi növbəsi ola bilməz. İndi burada məsələ belə işlənir ki, həm topdan satış, həm istehsalat məsələsi var. Ümumiyyətlə topdan satışa sadələşmiş olmağı qadağan edir. Topdan satış fəaliyyəti yalnız sizə elektron qaymə kimi işıqlandırılmasın. Topdan satış və istehsalatla bağlı 1460 nömrəli prezidentimizin fərmanı var. Bu fərmanda topdan satışla baxın, topdan satış ticarət fəaliyyəti, istehsal ticarət fəaliyyəti. İndi topdan satış ticarət fəaliyyəti deməyək, ticarət fəaliyyəti deyək də elə. İstehsalat ticarət deyil. Yəni bu işin biraz fəlsəfəsində biraz kökünə gedək. Məsələdə biraz axtaraq görək nə tapa bilirik. Deməli tələsməyin. Bunu biraz məntiqi əlaqələndirin ki, sizdə də şübhə qalmasın. Deməli 13.2.62 pərakəndə topdan görürəm burada ticarət fəaliyyəti terminini görüb tapa bilirəm. Hə, var ya burada. Baxın görün nə yazıb? Dəyərli olacaq. Yazıb ki, topdan satış, malların alıcıya sahibkarlıq fəaliyyətinə bağlı təqdim edilməsi və elektron qaymə ilə rəsmiləşdirilən əməliyyatdır. Ticarət fəaliyyətidir. Pərakəndə satışda ticarət fəaliyyəti, yəni burada ticarət fəaliyyəti ifadələri var, ticarət fəaliyyəti. İndi biz gəlirik prezidentin fərmanına. Prezidentin fərmanında burada terminlər hissəsi olmalıdır. Görüm elə bunu tapa bilirəm sizin üçün. Deməli burada topdan satış yazıblar. Yəni ümumi olaraq biz ticarəti istehsalata qatmırıq. Ticarət olur topdan satış və pərakəndə satış. Biraz da bu fərmanın aşağı hissəsinə düşürsüz. Burada 7-ci, buradan artıq istehsalat bölməsi başlayır. İstehsalat fəaliyyəti burada ayrıca verilir. İstehsalat fəaliyyəti maddi nemətləri yaratmağa yönəlmiş fəaliyyət prosesidir. Yəni bizim məhsulu istehsal edib satmağımız bizim istehsalat fəaliyyəti ilə məşğul olmağımızı göstərir. Digər formatda məhsulların təqdim edilməsi elektron qayma ilə topdan satış formatını özündə əks etdirir. İndi məsələ nədir burada? Məsələ ondan ibarətdir ki, bunu təlimlərdə heç vaxt demək işıqlandırmıram, biraz çəkinirəm, biraz sual yaradır. Biliksizliyim baxımından demirəm, amma belə qəribə, indi hamımız insanıq. Siz təsəvvür edin ki, siz təlimçisiniz və ya hər hansı bir sahənin mütəxəssisiniz, öyrədirsiniz nəsə. İstər-istəməz indi bu neçə ildir təlimlə məşğulam, elə qəribə suallar gəlir. Biraz adam insan olaraq bu hüceyrə, qandan, ətdən yaranmışıq da, şuur beyin var. İstər-istəməz özümü mükəmməl göstərə bilmərəm. Biraz sinir pozulur, biraz əsəbləşir, biraz kobudlaşır və səmimi olmalı. Yalandan elə mən kübar biriyəm, belə mükəmməl biriyəm, elə deyil. Arada elə qəribə suallar gəlir. İstər-istəməz bir adam ancaq sizdən işləsəm, o heç nə problem deyil də. Söhbət sizdən getmir ha. Yəni bəyannamə qruplarından gedir ümumi olaraq. Bu layihələrimiz olur, hamıya kömək etməyə çalışırıq. Tipik yoxdur. Mənasız suallar adam o qədər qızıq olur. Belə kobudlaşmaqdan da ehtiyat edirsən. Bu mövzu gətirir söhbəti çıxardır başqa yerə. Burada 100 dənə sual yaradır. Mənim isə demək istədiyim nədir? İstehsalat fəaliyyətini topdan satışla bir eləməyək. Misal üçün, sən filan məhsulu mebeli istehsal edib satırsansa, təbii ki, şirkətlərə onu qaymə ilə satırsansa, sənin 7 nəfər işçin olsa, sən mənfəət olmaz məsuliyyətində deyilsən, sən sadələşmişlə qalıb işləyə bilərsən. Niyə? Çünki bu maddə sənə icazə verir. Bu maddə topdan satış onu qadağan edir. Səndən mebeli alıb satana olmaz. Mebeli səndən alıb qayma ilə başqası satırsa, o topdan satış fəaliyyəti kimi fəaliyyət kodu olacaq. Mebellərin topdan satışı, səndə fəaliyyət kodu olacaq, mebellərin istehsalatı misalında belə deyək. Fəaliyyət kodları var axı. Vergi yəni boşu-boşuna fəaliyyət kodlarını qoymur ki, məsələlərdə əlaqələr, zəncirlər yaradır. Aydındır? Məndə məsəl üçün bir vergi ödəyicisi var, fiziki şəxsdir. Bu vergi ödəyicisi nə edir? Lyuk bilirsiniz də, dəmir sirkalar, lyuklar, kanalizasiya qapaqları da belə deyək. Su kanalizasiya qapaqları, elektrik xəttlərinin bu yollarda maşınların üzərindən keçirir, çubuqdan sınmasın deyə çubuqdan istehsal edirlər. Bunlar alış haqqı ilə çubuğunu alırlar, dəmir çubuğunu alır, sınan materialda belə deyək. Onu əridirlər, belə deyək. Onlar lyuk istehsal edirlər. Qəliblərdə bunun içində nəsə aparatları var belə deyək. Onların dövləti 200 min keçmir. Onların dövləti 200 min keçmir. Mən onları düz mənfəətə salmışam, amma onları sadələşmişlə idarə etmək olar. Düz vergi ilə biraz uğraşacağıq, vuruşacağıq, artıq istədiyimizə nail ola bilər. Aydın yoldaşlar, vergini də izah eləmək lazımdır. Vergi orqanında orada işçidir, oturub yerində rəisdən soruşur, filan onlarla yanaşmalar var. Vergi ödəyicilər idarə edirlər. Rəis deyirlər, buna belə razılaşaq, bu işini belə görsün. Yəni qanun çərçivəsində də belə deyir. Aydındır. Mən niyə o şirkətin işini mənfəətdən aparıram? Açıq danışım. Yəni açıq konkret danışıram. İşi mənə zübli görür. Yəni zübli gəlir burada, məsələn hesabatı falan verirəm, cari vergi ödəməsi, filan vahid bəyannamə 200 manat içimizə şirin salıb gedir. Normal söz istəmir də məndən. Normal söz istəsəm mən ondan ayda 700-800 manat pul istəyəcəm. Və konkret olaraq onu sadələşdirmişəm, belə desək orada 30 lira bilərəm. Bu ayda 3 aya 50 min satış edir. 50 mindən bunun vergisi 2%-dən eləyir 1000 manat. Amma mənfəətdən bunun vergisi 2000 manat. Mən ona bir dəfə demişəm qardaş, mənə normal pul verir, sən oturub başladın da iş görür. Mənə gətirib 3 aydan 100 manat, 200 manat, arada 100 verir, arada 100-200 manat pul verir, mən o enerjini sərf edə bilmərəm. Mən orada gəl oturum, yazım, pozum, çox qurum, malın alışı, malın satışı, cədvəllər yaradım, kreditor yaradım, debitor yaradım. Vergi orqanında mənə uyğunsuzluq verəndə sadələşmiş üçün ərizə yazanda. Mən orada daşqalan izah edim ki, mən istehsalat kalkulyasiya keçsin, maya dəyəri hesaplansın. Vergi necə nə var? Sən heç nə eləmirsən, burada nağıl danışırsan, mənim üçün misal üçün də. Sənin sorğun var, bu sotu gətirib qoy ortaya. Bu sot hələ başım ağrıya bilər, belə deyim də sizə. Ona görə sahibkara görə də bəzən addım atırıq. Müəllim, mən tutaq ki, alıb satıram. Hə, bunu bayaq işəm müəllim, zəhmət olmasa mən bu topdan aid edə bilmədim. Mən istehsal məşğul olaram, ƏDV topdan alsam, transkart faiz olsun. Deməli, dəyərli olaraq istehsalatla danışıram. Baxın,
topdan satış, alıb satırsınızsa, belə yadda saxlayın. Qayma ilə mal alıb satırsınızsa, satışdan söhbət gedir. İdxal eləmisən, alışlarla almısan və yaxud qayma ilə malı ambara yığmısan, satanda qayma ilə satırsan, düzdürmü? Qayma ilə satanda bu topdan satış oldu. Bir də var, özün öz istehsal etdiyin məhsulu satırsan, bu istehsalat fəaliyyəti, qayma ilə satış. Bu istehsalat fəaliyyəti. Sən dövriyə Murad bəy, hansı Murad hə, sahib şart bildirmə. Murad bəy indi belə deyək, sən özün istehsal edirsən, dövriyəni 200 mini keçibsə, o başqa məsələ. Yuxarıda maddə var. Ümumiyyətlə 200 mini, bu yuxarıdakı maddə ki var, biz hardayıq? Yuxarıdakı bu 200 min məsələsi ki var. Ümumiyyətlə yadda saxlayın ki, 14 hal var. 13 aşağıda biri yuxarıda. 200 min dövriyəni keçənlər mütləq ədəbi olacaq. Yanında mənfəəti olacaq, sadələşmiş ola bilməz. Bu aşağıdakı 13 hal 200 mindən aşağıda olan şirkətlər üçündür ki, 13 haldan biri olsa, onların hüququ itir. Biri olmasa, hə sadələşmişlər, yəni 13-dən biri olmasa sadələşmişdə qala bilirlər. İndi burada mənim demək istədiyim odur ki, nümunəni belə verək. Murad adlı şirkətin dövriyyəsi 200 min manatı keçməyib, amma özünü salıb ədəbiyyə mənfəəti istehsalatla məşğuldur. Hə, bu artıq problemli məsələ deyil, bir seçimdir. Özünü sonradan sadələşmişə keçirdə bilərsən. Gəl öz vədədən çıxardasan, ədəbiyyadan çıxardandan sonra ərizə yazarsan, ilin əvvəli, yanvar 1-dən mart 2-sinə kimi müraciət edib, özünü mənfəətdən gəlirdən sadələşmişə feribot edə bilərsən. Bu məsələlər var. Yəni sizin məsələ nədən ibarətdir? Rüblü orta işçi sayı 10 nəfəri keçmirsə, siz sadələşmiş ola bilərsiniz, dövriyəniz 200 mini keçməmə şərti ilə. Yəni istehsalat fəaliyyətində olanlar. Aydındır? Yox sən Red Bull istehsal edirsənsə, istehsalat ümumiyyətlə bəri başqa qala bilərsən. Aşağıdakı maddə sənə dərman ola bilməz. Yuxarıda kitab bağlanır. Yəni 13-dən heç biri olmamalıdır səndə. Yəni heç biri. Bu 13 dənə hal deməkdir ki, sən sadələşmiş ola bilməzsən. Bu da bizə deyir ki, 10 nəfərdən çox olsa, sadələşmiş ola bilməz. Deməli az olsa ola bilər də. Deməli az olsa ola bilər. Aydındır? Son dövrlərdə deməli 1-2 ay LinkedIn-ə daxil oluram. Zaman kadrlar yazırlar ilə. Adam utanır belə rəqib etməyə. Belə hamı postpaylaşır. Hamı izah etməyə, nəsə öyrətməyə, nəsə özünü sübut etməyə, hamı demir. İndi bəziləri istisnadır, bəziləri mütəxəssisdir. Elə ehtiyac yoxdur. Sahibkar da Murad adlı sahibkar LinkedIn-ə baxır. Filan. Belə deyil axı. Mən istehsalatla məşğul, mən sadələşmiş ola bilərəm axı. Aydın ki, sırf bu məsələyə bağlı bir iki xanım post paylaşır. Daha vaxt olmadı mən ona reaksiya edirəm, amma bir dəfə rəy bildirəcəm hamısını. Hə, belə. Hələ yığılır, postların qeydlərini götürə bilmirəm. Bir dəfə rəy bildirəm, zaman ki aldamasın yanlış məlumatlara. Hə. İndi Murad bəy bilmirəm suala cavab tapa bildiniz, tapa bilmədiniz. Siz topdan ayda da bilmədim. İndi sualınız olsa səs açıb sualı deyəsiniz, müzakirə edərik də. Gözüm bilən mən bu abzasları bitirim ya da istəyirsiniz indi səsli, əgər cavab ala bilmədinizsə səsli müzakirə verə bilərəm. Aşağıda bizim üçün yazıb ki, topdan satış sadələşmiş ola bilməz. Yəni bu cümlələr hamısı ola bilməzlər. Topdan satış yəni aldım, satdım, qayma söhbətidirsə, sən sadələşmiş ola bilmərsən. Məsələn, lap az sat, çox sat fərqi yox. Qayma ilə alıb satıb malı qayma ilə satırsansa, sən mənfəət vergi, gəlir vergi ödəyicisi olacaqsan. Eyni məsələ. Şimdi bu ithal halda da aiddir. Tutaq ki, mal ithal olunur, ithaldır və mən onun satışını həyata Topdandır da, topdandır. Əlbəttə, bəli. Sahibkarlıqla bağlıdır. Siz sağ olun. Tələsmə Failə xanım yazıb. Demək mən mebelistlərdə 10 nəfər işim var, görürəm ki, keçmirəm. Bəli, Failə xanım qanunla məsələni ola bilərsən. Vergi orqanından biraz atışma eləmək lazımdır da. Yazışma, izah eləmə, müraciət eləmə, mədəni belə elmi formada fikir çatdırmalısan ki, vergi orqanı səndən razılaşsın. Sən də bilirsən, o vaxt mən bunu araşdıranda Google-da neçə mütəxəssis məqaləsi də var bununla bağlı. Mən deyirəm, ana müəllimin öz məqaləsi olmalı. Hə. Deməli, topdan satış bir də aşağıda xidmət var. Xidməti də qayma ilə satanlar sadələşmiş ola bilməz. Yəni qayma deməyək, burada üzr istəyirəm, burada yazıb ki, 218.5.10. Əhaliyə yox, digər şəxslərə xidmət göstərən şəxslər sadələşmiş vergi ödəyicisi ola bilməz. Bu nə deməkdir? Misal üçün mən Elşən dərsi sizə keçmirəm, şirkətlərə keçirəm. Sizin qrupda da var, elə şirkət adından gələnlər. Ödəniş onlara bir qayma yazmalıdır, belə deyək. Deyir ki, şirkətlərə Elşən dərs keçir. Şirkətlərlə müqavilə bağlıdır. Şirkətlər mühasibləri göndərir bura. Elə o halda mən sadələşmiş ola bilmərəm. Mən mənfəət ödəyicisi olmalıyam, gəlir ödəyicisi olmalıyam. Deyirəm əhaliyə xidmət göstərirsənsə narahat olma. Bir də pərakəndə kimi baxın. Şirkətlərə xidmət göstərirsənsə, sən mənfəət gəlir olmalısan, sadələşmiş ola bilməz. Bu cümlə qəlizdir. Burada biraz qəliz yazıb ki, vergi ödəyicisi kimi, vergi orqanında sodda olmayan şəxslərə. Mütəzziq yazıb başa ki, əhaliyə görülən işlər və xidmətlərdən başqa digər başqa kimdir? Başqa şirkətlərə xidmətdir, bir də qeyri-rezidentə xarici xidmətdir də belə deyək. Aydındır ki, bu xidmətlərə sadələşmiş vergini qadağan eləyir. Bu da belə. İndi burada bir məsələ yaranır ki, mən həm topdan, həm pərakəndə fəaliyyətlə məşğul olsam necə olacaq? Mən həm əhaliyə, həm şirkətlərə xidmət göstərsəm necə olacaq? Burada 30% məsələsi var. 30% məsələsi hüquqi tənzimlənir. Necə tənzimlənir? Gəlin ona baxaq. Misal üçün deyək ki, sizdə məsələ belədir, belə işıqlandıraq. Nümunə çəkək, 30% məsələsini də deyim. Deyək ki, dəyərli yoldaşlar, iyul ayında sizin satışınız olub 15.000 manat, avqust ayında da olub 15.000 manat, sentyabrda olub 20.000 manat. Ümumilikdə 50.000 dövriyyə var. 50.000 yazıram bura. Ümumi dövriyyə 100%, 50.000 dövriyyə. İndi yazıram. Xidmətli və yaxud topdan pərakəndə. Deyək ki, bu dövriyənin tələsməyin deməli 50, 30, 15.000. Bu dövriyənin bir yazıram. 10.000-i ya belə yazıram. 10.000-i elektron qayma iləndir, 5.000-i kassa aparatı ilə. Həm belə satıram, həm belə satıram. NK ilə. Eyni məsələdir. Burada biraz ayrı baxırıq məsələ. Burada deyək 12.000-i elektron qayma iləndir, 3.000-i NK ilandır. Burada da deyək ki, bu ay misal üçün olsun, deməli 8, 15, 4.000 deyək. 16.000 elektron qayma ilə satmışam. Misal çəkəcəm sizə yəni misal. 4.000-i NK. Misal üçün taxta satıram. Taxta satışı Dərnəgüldə, taxta bazarında həm qayma ilə satıram, həm insanlara satıram, evlərini təmir edirəm. Ümumi buradan çıxartdığım nəticə nə olacaq? Hesablayıram ki, burada 38.000 oldu elektron qayma ilə. Düzdür, 38.000 elektron qayma ilə oldu. 12.000 manat nəzarət kassa aparatı ilə. Ümumi hesablayıram ki, ümumi alverin 76% qaymadır, 24% NK ilə olur. Vergi orqanında deyilir, hüquqi satışın ümumi satışda xüsusi çəkisinin 30%-dən çox olmayan hissəsi. Mən səhv dedim, çox üzr istəyirəm. Mən səhv dedim. Bu NK olmalıdır, o bir qayma. Mən lap şirkətin evini yıxdım. Gözləyin. Səhv deyəndə misalımız əks gəldi. Bu yoldaşlar bu səhv getdi. EGF-ni az eləməliyik. EGF-ni sadələşmişdə saxlamaq üçün də belə deyək. EGF-ni az eləyək. Bu tərsini oldu. Bu NK olacaq. Bu NK olacaq, bu EGF olacaq. Deyir ki, ümumi satışın neçə faizi qayma ilə? 24%. Deyir, problem yoxdur. 30% keçmirsə qayma. Məsələn 30 da olsa olar, 30 nöqtə neçə olsa, 69 nöqtə neçə olsa, artıq sənin kitabın hüquqdan bağlanır. Bunu bir də sadələşmişdən verirsən, gələn hüquqdan mənfəət olursan. Ərizə yazıb özünü mənfəətə keçirdirsən. Aydın yoldaşlar. Yəni bu nə deməkdir? Deməli burada bunu topdan kimi görün, bunu pərakəndə kimi. Bunu şirkətlərə xidmət kimi görün, bunu əhaliyə xidmət kimi. Aydındır? Əhali hissəsi ən azı 70% təşkil etməlidir. Bu harda yazılıb? Aşağıda maddədə yazılıb. Onu birazdan baxaq. Sonra qızıl satışı. Qızıl satışı ilə məşğul olan şəxslər sadələşmiş vergi ödəyicisi ola bilməz. Məsəl üçün bu Sumda, bu Moskva Vermalı, Laçın ticarət mərkəzi digər nöqtələrdə satışlar edənlər özünə böyük açarkən mənfəət və yaxud gəlir vergisi ödəyiciləri olmalıdır. Bunu da yadda saxlayın. Yəni adi primitiv bir məsələ. Hesab edin ki, bu maddədən heç kimin xəbəri yoxdur. Mənim xəbərim yoxdur. Bir sahibkar gəlib deyir mən qızıl alıb eləyirəm. Deyək ki, qeyri-rəsmi işləyir də. Bir mən rəsmi işləmək istəyirəm. Gedib Dubaydan qızıl gətirəcəm. Dubaydan gəlir. Əsas bu 22K,
Dubay 23K qızıllarda 916 problar. Dubaydan qızıl gətirəcəm. Ölkənin ən bahalı qızılları beləcə brendləri qoysa qırağa, yəni həmin qızılları. Dubaydan gətirib həmin ərəb qızılı satmaq istəyirəm. Ərəb qızılı deyirlər. Bir rəsmi ixal eləmək istəyirəm. Mən də deyəcəm ki, qızılı gətirərkən gömrükdə ixal rüsumu ödəyəcəksən, ƏDV ödəyəcəksən, aksiz vergisi ödəyəcəksən, probuna görə, filan ödəyəcəksən. Gətirdin satarkən 2%-dən yox, mənfəət vergi ödəyəsi olacaqsan. Birdən bilmərik. Ona deyərik ki, sadələşmiş, böyünü açarıq, 5 aydan 6 aydan sonra vergidən belə güllük çiçəkli məktub gələcək, adamın naşdiri nasıl qaralacaq, saçını alarıq. Hesab edin ki, Ezraşov götürmüsünüz ki, 15 min aylıq satış vurun, sadəcə postterminal ödəniş olursa, 400 minə kimi dövrəyə qalxa bilər də, çox postterminal ödəniş versə, əslində qızıl məsələsidir ki, indi komplekt alanda qiyməti belə orta bir 6 min, 7 min, 8 min, 10 min qiymətə gəlib çıxırdı təxminən. 5-10 min arası olur. 4 mindən yuxarı alış-verişlər tərakən satışda kartla olmalıdır. Debet kartdan da, şeydən olmalı. Normalda yəni ən aktual versiyası olur. Nasıl çalışmaq qanununda yazılıb. Məcbur eləmişləri qızıl satan postterminal ödəniş götürəcək. 400 minə kimi ticarətində ƏDV düşməyəcək. Mən belə desək, 400 minin hesab edin ki, mayası 300 mindir, 100 min qazanır. 100 minin 20% dövlət verir. Aydındır? Birdən bu bilməz. Orada 400 minin 2% nə qədər eləyir? 8 min manat vergi verir. Sonradan bunu təklif 15 min əlavə edər. Aydındır? Bu qızıl primitiv bir şeydir. Qızıl satanlar yavaş-yavaş rəsmiləşdirilir də hər şey. Qızıl işləri çox azalır ölkədə. Yəni qızıl maaşı vardır. Moskva ünvanlayıcı 200 dənə toska var. Aydın yoldaşlar, bu belə. Sonra gəlir xəzləri. Xəzləri bu qadınlar daha yaxşı bilər. Karolina Valiantdır, şuba satanlar ki var. Sırf xəzləri satan var. İstehsalçıdan söhbət getmir, ixalatçıdan söhbət getmir. Onların məsələyə yaxından aidiyyatı yoxdur. İstəsən ixal elə, istəsən alsa, şuba satan deyək də belə kişi və qadının bir fərqi yoxdur. Sadələşmiş ola bilməz. Burada da eyni qızıl məsələsi. Birdən bilmərik. Şuba məsəl üçün 3 min ixal elə 5 minə satırlar da. 2%-dən vergi verir, belə şey yoxdur. Mənfəət gəlir vergisi olmaz. Bu da belə. Lisenziya tələb olunan fəaliyyət növləri. Bunu qısaca oxuyuram. Deməli 176 nömrəli qanun var. Lisenziyalı fəaliyyətlərlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Qanun budur. Çoxdan var bu qanun belə deyək. Aşağıda bunun 2 və 1 nömrəli, 1, 2, 3 nömrəli əlavələri var. Baxın, 1 nömrəli əlavəsi var. Lisenziya nədir? Bir var siz aptek açmaq istəyirsiniz. Əczaçılıq deyək də belə deyək. Neyinirik? Birinci təsisçi qərarı hazırlayırıq. Sonra New York sistem qeydiyyat ərizəsi göndəririk elmi yaratmaqla bağlı. Ondan sonraki mərhələdə möhürü alırıq. Möhürü alandan sonra asan imza gedir, vergi aktivləşdiririk, bank hesabı açırıq, obyekt icarəyə götürürük, içki icarəyə götürürük, sığorta edirik, kassa aparatı alırıq, posterminal alırıq, başlayırıq al-verə. Vergidir yox. Bəzi fəaliyyətlər var ki, lisenziya almalısan. Lisenziyanı kim verir? Ölkədə lisenziyanı 3 qurum verir. Əsas hissədə bu bir nömrəli əlavədə bu əlavədə olanları İqtisadiyyat Nazirliyi verir. Məsələn, əczaçılıq. Əczaçılıq nədir? Aptek. Həm istehsalatı, həm topdan satış, həm tərakəndə üçündə də lisenziya olmalıdır. Dərman istehsal edən də, dərmanı tərakəndə satan da, dərmanı topdan satan da. Bir də burada prekursorlar var. Bu prekursorlar sözünü bilmirsiniz. Bu narkotik vasitələrdir. Yəni tibbi dərmanlar ki var, o bəzi narkotik tərkibi dərmanlar olur. Fenazepam falan. Mən onu gömrük qanunu öyrənəcəm, müəllimə keçirdim. Yəni yüzlərdən o çeşid mallar vardır belə ki. O dərmanları ixalatçıları belə lisenziya almalıdır. Ölkəyə malı sala bilməzlər yoxsa. Aydın yoldaşlar. Yəni aptek açırsansa sən birinci icraya obyekti götürürsən, Səhiyyə Nazirliyini çağırırsan. Obyektə tələblərə baxıb soyuducu olmalıdır, geyinmə soyunma otağı, iynə otağı, filan rəflər olmalıdır. Sənə rəy verir Səhiyyə Nazirliyi. O rəyi aparırsan İqtisadiyyat Nazirliyinə, sənə ömürlük lisenziya verir. Aydın dövlət rüsumu ödəyirsən orada. Bu fəaliyyətlər burdadır. Bina tikintisi və sair belə bir nömrədə. Bunlar hamısı İqtisadiyyat Nazirliyi verir. Çox ləğv olunub. Bir də aşağıda biraz düşürəm 2 nömrəli əlavə. 2 nömrəli əlavə biraz çətin məsələdir. Bunu TTX və Daxili İşlər Nazirliyi verir. Mühafizə şirkətləri. Mühafizə şirkətləri artıq burada odlu silah haqqında qanun var. Odlu silah haqqında qanun var. Mən oxumuşam, dəfələrlə oxumuşam. Kimlər silah istifadə edə bilər? Hüquqi şəxslər silah istifadə edə bilər, filanlar edə bilər. Məsəl üçün mühafizə şirkətləri də məsəl üçün silah ala bilər axı. Yəni tapanca gəzdirə bilər üzərlərində. Artıq bu tip əlaqələr özünü yaratan zəncir. Yəni mühafizə şirkəti silah olmalıdır, dövlət nəzarət etməlidir. Burada Daxili İşlər Nazirliyi verir lisenziya səhv eləmirəmsə. Aydındır. Digər fəaliyyətlər var ki, burada bunlar hamısı lisenziyanın, döyüş sursatlarının layihələndirilməsi. Burada artıq aşağıda izah edib kimsə bu lisenziyaları kim verir? Dövlət Təhlükəsizliyi bağlıdır, DTX və Daxili İşlər Nazirliyi təqdim edəcək. Silah da istehsal edə bilərsiniz. Elə bir şirkət yarada bilərsiniz. Orada şərtlər var. 51% dövlətin olmalıdır, 9% özəl olmalıdır, əsas var. Silah istehsalına bağlı elə xam mallar var ki, orada məsələn simlər var, məsələn balaca bir rolun 200 milyonadır. 100 qram, 200 qram xam var, 200 milyonadır. Yəni milyon manata, 200 milyon manata. Onlar böyük işlərdir. Artıq olaraq böyük işlərdir. Misal üçün bu məsələ öz yerində. Bunu da danışdıq. Bundan niyə danışdıq? Yəni demək istəyirəm ki, apteklər sadələşmiş ola bilər. Lisenziyası olan şirkətlər, lisenziyalı olmalı olan şirkətlər sadələşmiş ola bilməz. Biz 13 halı danışdıq. Yəni bu aptek artıq öncədən mənfəətlə yaradılmalıdır. Mənfəət. Ədəbi məsuliyyəti yoxdur. Ədəbi 200 min keçəndə. Aydındır. Deməli biz burada kəsişmələri belə eləyək. Gəlin sizinlə biraz yanınızı biraz bundan danışım, sonra keçərik fasilə verərik. Ondan sonra cari vergi ödəmələrində toxunarıq. Bu son dərsimiz daha məhsuldar və daha yadda qalan olsun. Baxın mən burada sizin üçün belə bir bölgə yaradım. Baxın, birinci oldu bu. Düzdür yoldaşlar. Bu da bir Excel açmışam. Excel yaxşı. Excel yox. Biraz qərarsız adamam. Gözləyin. Deməli Word. Bax bu birinci yazdığım burada aksizli malları istehsal edir. Birbaşa mənfəət yaradacaqsınız. Birbaşa. Aydındır. Birbaşa mənfəət. Sonra gəlirəm. İkinci kredit təşkilatları belə qısaca yazıram. Bank açırsınızsa birbaşa mənfəət. Bu birbaşa mənfəət olur. Sonra gəlirəm pensiya fondu birbaşa mənfəət. Yəni böyüyünü asarkən yəni. Söhbət orada baxın. Sonra gəlir burada əmlak icarəsi birbaşa gəlir mənfəət. Birbaşa. Yəni bu fəaliyyətə başlayıb belə deyək. Pərakəndə olsanız belə məsələn sonradan bu fəaliyyəti gətirsə, özünüzə bu mükəlləfiyyəti yaratmalısınız paralel olaraq. Təbii inhisar subyektləri birbaşa mənfəət. Yəni böyüyünü asarkən işin taleyi həll olunur. Bunlar birbaşalardır. Sonra gəlirik burada. İlin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər birbaşa deyil. Artıq bunda bax sözlə deyirəm siz qeydlərinizi götürəsiniz video təkrar baxanda. Artıq bunlar hansı ildən növbəti ilə 1 milyondan keçirlərsə, növbəti il yanvarın birindən mənfəət olurlar. Əvvəlki ifadə ərizə yazırsınız onlayn tarifdə məktub şəklində siz keçirdilər. Sonra gəlir burada publik hüquqi şəxslər birbaşa mənfəət. Yəni bunları deyim sizə bilirsiniz. Birbaşa mənfəət, istehsalat 10 nəfər işçi məsələsi, həmin və yaxud növbəti rübdən vergi yanaşmasının asılıdır. Ərizə yazırsınız sizi keçirdilər mənfəətə. Bu necə olacaq? Deyək ki, birinci, ikinci rüb sizdə işçi sayı 10 nəfərdən az olur. Üçüncü rüb 10 nəfəri keçir. Artıq birinci və ikinci rüb deyək, hətta üçüncü rüb üçündə sadələşmişləri verirsiniz. İlin sonu bitəndə, yanvarın birindən artıq mənfəətin vaxtı gələndə, oktyabr, noyabr, dekabr üçün mənfəət bəyannaməsi verirsiniz. Uyğunsuzluqlar gəlsə orada vergi ilə yazılı formada haqq hesabınızı yazışmanızı apararsınız. Topdan satış. Misal üçün Həsənin könlündən keçir ki, bir özünə şirkət yaratsın. Topdan taxta satsın. Yəni qaynə ilə sadələşmiş ola bilməz və böyüklüyün mənfəət daşımalı. Aydındır. Bu da öz yerində. Həm topdan həm pərakəndə fəaliyyət olsa sadələşmiş danışa bilər və 30% gözləmə şərti ilə və ya kimsalına işləyə bilər. Əhaliyə xidmət, əhaliyə görülən iş və xidmətlərdə əhali olmayanlar da belə deyək, şirkətlərə xidmət göstərirsinizsə belə deyək, şirkətlərə xidmət, yəni qaynə yazacaqsınızsa, burada da birbaşa mənfəət olacaq, başqa çarə elə yaratmalısınız. Qızıl satışı
birbaşa löyünə azarkən mənfəət, şuba xəzəri satışı birbaşa mənfəət, hamısı birbaşa oldu. Sonra lisenziya tələb olunan fəaliyyət birbaşa mənfəət. Bunlar da belə. Bir dənə burada dövriyyə 200 min manatı keçəndə məsələ necə olur? Əvvəlki videoda, keçən dərsi videoda səhv eləmirəmsə, bu 200 min məsələsinə toxunmuşam. Buna biz Excel üzərindən toxunduq, açıqlama verdik, post terminal falan hamısını izah elədik. Orada keçidi dedim sizə. Yəni 200 min sizdə deyək ki, misal üçün avqust ayında dövriyyə 200 mini keçirsə, sadələşmiş hüququnuz bağlanırsa, siz yanvarın 1-dən avqustun 1-nə qədər olan dövr üçün sadələşmiş verirsiniz. Sentyabrın 1-dən dekabrın 1-ə kimi mənfəət. İndi burada bölgü necə olacaq? Avqustun 1-nə kimi işləmli olur. Yanvar, fevral, mart 1-dən sadələşmiş hesabat. Aprel, may, iyun 1-dən sadələşmiş hesabat. İyul, avqust, amma sentyabr yox. İyul, avqustda sadələşmiş, 3-cü gün sadələşmişlər. Sentyabra 0 qoyursunuz. Mənfəəti verəndə sentyabr, oktyabr, noyabr, dekabrın gəlir xərci ilə mənfəət verirsiniz, əlavə bir doldurursunuz. Balansı 4 ay üçün doldurursunuz. Aydın yoldaşlar, bu da bu formada. Ümid edirəm ki, sadələşmişlə bağlı hesabatlılıq baxımından vacib nüanslara toxunduq. Sizə tövsiyə edirəm ki, 221-ci maddəni incələyəsiniz. Orada çox nüanslar var. Fərqlənmə nişanı kim hesabat verməlidir, kim verməməlidir, onlar artıq detallı izah olunub məsələdə. Çox detalına getməyək. Əsas bunlar idi, hesabat üçün bunlardır. Taksi fəaliyyəti, baxın yoldaşlar 220.5. Fərqlənmə nişanından işləyənlər taksi fəaliyyəti vergi hesabatı vermir. Əgər fərdi məşğul olursa, əgər fərdi erişən şofer bir dənə maşın alır özünə, fiziki şəxs böyüklüyünə maşın sürür, hesabat verməyəcək. Amma vergisini gedib aynada hesabını ödəyəcək kağız alacaq. Üzr istəyirəm. Sonra amma 4-5 dənə işçisi varsa, hesabat da verəcək, onların maaşından tutulma da ödəyəcək və hər maşın üçün bu 18 bu vergini ödəyəcək. Hər maşın üçün. Aydındır? Təsəvvür edin ki, işçisi olan sərnişin daşıma şirkəti 5-6 dənə maşını var, işçiləri var. Hər işçi üçün maaş yazır, sosialları ödəyir. Və hər maşın üçün də bu vergini ödəyir. Fərqlənmə nişanı vergisini. Daha başqa pul ödəmir. Bu formada tənzimlənir. Və fərdi sahibkar kimi öz ödənişlərini ödəyir. Amma tək başına ödəyəndə onun hesabatı verilir. Amma tək başına da hesabat verilmir. Gedirsən aynada icbari sığortanı ödəyirsən, fərqlənməni ödəyirsən, 18 manatı 2 qat gedir də aşağıda yazılır. Bir də MDS ödəyirsən. Bu da ümumi belə. Bir də 220.5 10-cu maddə var. Fərdi fəaliyyət nömrələri, çəkməsi, pinəsi, fotoqraf. Bunlar fərdi məşğul olursa bunlar da hesabat vermir. Gedirlər vergini ödəyirlər, müəyyən nöqtələr var, xidmət mərkəzləri ödəyirlər. İşləyirlər özləri. Amma işçim varsa, mən bəlbəyəm, mən fotoqrafam, işə işçi götürmüşəmsə, məsələ dəyişdi. Elə onlar normal hesabat verirlər. Mənfəət gəlir, işçi, vahid bəyannamə və sair bir bax. Aydındır? Amma burada, görün burada yazır ki, fərdi qaydada məşğul olmalısan, işçi işə götürməməlisən. Amma burada görün burada nə yazır? 220.5-də nə yazır? Burada fərdi sözü yoxdur. Burada deyir ki, sərnişin daşıma fərqlənmə olmalıdır, vergi ödəməli. Aydındır? 9 manat, yəni bu mütləq sadələşmiş olacaq, mütləq qaydada. Amma işçisi varsa tutulmalarını ödəyəcək. Bu sadələşmiş bəyannamə verməyəcək yoldaşlar. Bu heç bir hesabat vermir. Vahidi verəcək, falan verəcək, amma vergisini də belə ödəyəcək. Bizim gəlin sizdən 218.4.218 gözün. Tələsməyin. Bunu açın buradan da bir baxaq yazılışa. Yazır ki, yük daşıma, sərnişin və sərnişin daşıma sadələşmişdir. Bunu yazır. Aşağıda yazır ki, 220.5-dən bağlı. 220.5. Bir də yazır 220.10. Burada fərdi fəaliyyət nəzərdə tutulur, amma taksidə yox. Taksi mütləq qaydada sadələşmiş olacaq. Mütləq qaydada sadələşmiş olacaq. Amma fotoqraf və sair bir nəfər yox, daha çox adam olsa sadələşmişdən çıxacaq. Aydındır? Bu sadələşmişlə bağlı məsələlər belə. Yenə də əlavə suallarınız yazsa, belə bir tənbəllik eləməyin, çəkinməyin, sualları elə WhatsApp-da yazın mənə. Yəni bəyannamə tələbinə birbaşa cavab verəcəm inşallah. Sizə cavab yazacağam, vaxtı cavab yazacağam. Belə, icazənizlə fasilə 5 dəqiqə fasilə 5 dəqiqə fasilə, 5 dəqiqə fasilədən sonra keçirik cari vergi ödəmələrinə.
Değerli yoldaşlar, başlayalım mücadelemizle. Eşitebilirsiniz beni. Zəhmət olmasa fikir bildirərsiniz. Səs və görüntü yerindədir. Deməli, cari vergi ödəmələrinə keçirik. Cari vergi ödəmələrini keçməmişik. Ümumiyyətlə bu cari vergi ödəmələri nə deməkdir? Ondan danışarıq və əlavə olaraq sistemə nə tər işlənilir, hesabat necə göndərilir, yəni arayış necə göndərilir, onu vurğulayacağam sizə. Biraz geniş məfhumdur. Bu sistem mənfəət və gəlir vergisinin ödəyiciləri üçündür. Mənfəət və gəlir vergisinin ödəyiciləri üçündür. Avans vergi formatıdır. Yəni avans vergi formatı nədir? Vergi orqanı deyir ki, məsəl üçün məcəllə deyir ki, siz ildə bir dəfə mənfəət gəlir vergi bəyannaməsi verirsiniz, ildə bir dəfə vergi ödəyirsiniz. Ona görə də artıq neçə illərdir ki, bu sistemi çıxardıblar. 3 aydan bir New York Taxs'də arayış var. Həmin arayışda müəyyən məlumatları doldurursan, sənin müəyyən qədər vergi hesabı. Rüblü hesabatdır, araq hesabat deyək, rüblü hesabatdır. Rüb bitəndən sonra növbəti ayın 1-dən 15-nə kimi vergi orqanına təqdim olunmalı. Misal üçün texniki tərəfi belədir. Birinci rüb siz arayışı vermisiniz 5000 manat vergi hesabını. Biz səyahını sübutla göstərəcəm. Çalışıram göstərim. İkinci rüb deyək 4000, üçüncü rüb 3000, dördüncü rüb 6000 vergi hesablanır. Ümumilikdə toplayanda 18000 vergi. Yəni sən 18000 vergini ödəmisən ilin daxilində. Hesabatı nə vaxt mənfəət gəlir vergisi? İl bitəndən sonra yanvarın 1-dən mart 31-ə. Hesabatı verirsən, vergi gəlir çıxır 25000. Bəyannamənin içində, mənfəət bəyannaməsində 245-ci sətirdə. Artıq sənin şəxsi hesab rəqəmi 25000 yox, 7000 borc düşəcək. 18000 zaten səndən alır 7000 və yaxud vergi olub 15000. Artıq sənin avtomatik olaraq şəxsi hesab rəqəmə 3000 azalma veriləcək. Yəni səndən aldığın 18000 3000-i sənə qaytaracaq artıq ödəmək. Aydın yoldaşlar, işləmə prinsipi belə tənzimlənir. İndi biz bu cari vergi ödəmələri 3 formada hesablanır. Texniki quruluşu 3 formada hesablanır, qurulur. Adları da məcəllənin maddələri ilə. Cari vergi ödəmələrinin maddəsi məcəllədə 150 ödəmələr. 151-ci maddədir, 151-ci maddədir. VM 151 yazaq bu maddəyə tənzimlənir. Başlayın, niyə belə oldu? VM 151. 3 yerə bölünür. Adlarını rəqəmlərlə qoymuşuq. 151.5, 151.1 və 151.2. Bunların hərəsi bir metoddur. 151.5 metodu, 151.1 metodu, hesablama bax 151.2 metodu. Bu metodlardan bəzən seçim hüququmuz olur, bəzən məcburiyyət olur. Bu necə tənzimlənir? Kim hansı metoddan hesabatı verəcək? Deməli 151.5 metodundan başlayaq. 151.5 metodu kimlər üçündür? 151 metodu kimlər üçündür? Sualını qoyaq, başlayaq izah etməyə. Deməli, yeni yaradılan vergi ödəyiciləri, qeydiyyata alınanda belədir, ödəyicilər. Məsəl üçün 2025-ci ilin oktyabrında yeni bir ön yaratmışsınız. 151.5-dən verəcəksiniz. Oktyabr hara düşür? 4-cü rübə. Bir dənə 4-cü rübə üçün 151.5-dən verəcəksiniz. Və yaxud 2025-ci ilin iyulunda yaratmışsınız bu öyünü. İyul artıq 3 və 4-cü rübə üçün 151.5-dən hesabat verəcəksiniz. Aydındır bu formada. Deməli yeni yaradılan vergi ödəyiciləri, daha sonra əvvəlki ili zərərlə bitirənlər. Bu nə idi? Biz bunu keçmişdik ki, 237, 39. Mənfəət vergi bəyannaməsində orada 239-cu sətr olmalıdır zərər. Əgər cari ildə gəlirdən çıxılan xərclər, gəlirlərdən çoxdursa 100 min gəlir var, 120 min xərc var. Mənfi 20 mindəsən. Əgər 25-ci ili zərərlə bitirmisənsə mənfəət bəyannamə, 26-cı il yenə 151.5-ə qayıdırsan. Aydın yoldaşlar, bu belə. Bunun şərtləri bir-birinə bağlayan nədir? 151.5 olmamaq üçün, olmamaq üçün, olmasa 151 ilə 152 olacaq. 151.5 olmamaq üçün əvvəlki il vergimiz olmalı. Burada vergi yoxdur, 0 manat. Burada əvvəlki il vergi 0 manat. Zərərdə yoxdur, düzdür? Sonra cari ildə sadələşmişdən mənfəət gəlirə keçən, mənfəətə keçənlərdir, mənfəət gəlir. Yəni siz deyək ki, dövriyyəniz 200 mini keçdi. 200 mini keçdi. Nə vaxt keçdi? İyul ayının 17-si. İyul ayında. Artıq iyul ayı 3-cü rübün bir hissəsidir belə deyək. Siz 1-ci rüb üçün sadələşmiş vermisiniz, 2-ci rüb üçün sadələşmiş vermisiniz. 3-cü rübün 1-ci ay üçün sadələşmiş vermisiniz. 3-cü rübün avqust və sentyabr ayları üçün cari vergi ödəməsi arası verməlisiniz. Sonra 4-cü rübə yenə cari, ilin sonunda 5 ay üçün mənfəət. İyul, avqust, sentyabr, oktyabr, iyul 5 ay, oktyabr, noyabr, dekabrda belədir. Aydın yoldaşlar, belə olan halda da bir də fəaliyyəti dondurulan şirkətlər var. Onlar sonra fəaliyyətini aktivləşdirəndə onlar da bir növ gəlirlər 151.5 metodu ilə hesabatlığı təmin edirlər. 151-ci maddəni tam əzbər zəhmət olmasa oxuyarsınız, oxumayanlar oxusun. Bunun vergi hesablanması necə? Mən indi burada gərək bir şirkət tapım ki, 151.5-dən işlədə bilər. Gözlər öz bölümünə daxil olub görüb burada göstərə bilirəm sizə. Tələsməyin. Burada vacib məsələlər var, onlara ayrıca toxunarıq. Bunlar gözlüklərimiz. Deməli yoldaşlar, deyək ki, mən yeni yaradılmış bir şirkət, yeni yaradılmışam və ya bu sadələşmişdən keçirən mənfəət gəlir. Burada ərizələr bölməsi var solda menüdə, ərizələr. Ərizələrdə aşağı düşürsüz, aşağı yuxarı burada cari vergi ödəmələrinin hesablanması haqqında arayış var. Görürsüz bu yazın. Buna tıklayırsınız. İmtina, götürmə, diski gözün elə. Nə yazmışdı ora? Yenisini yaratdım. Baxın, səhifə bu formada açıldı. Düzdür? Səhifə bu formada açıldı bizim üçün. Belə bir görünüş var. Bu deyir 151.5-dən. Niyə? Çünki mən hal-hazırda sadələşmişəm, mənim ehtimalım sadələşmişdən mənfəətə keçməkdir, belə deyək. Bu avtomatik 151.5-i göstərir. Hesablama metodu, vergi necə hesablanır? Vergi necə hesablanır? Deyək ki, misal üçün siz 151.5 elədir ki, həmişə ilin əvvəlindən başlamır da. Ya şirkət yeni yarandığı rübdən gedir, belə deyək. Deyək, bax, birinci rübdən başlayaq biz sizinlə. Deyək ki, birinci rübdə yaratmışam. Birinci rüb, gəlir və xərclərinizi çoxdan götürürsünüz. Birinci rübün nə qədər gəlirlər? Sırf birinci rübdən söhbət gedir. 01.01.2026-31.03.2026. Birinci yalnız birinci rüb. Görürsünüz yoldaşlar. Bu belə. Gəlirlər ümumi, təlim mərkəziyəm. Hesablayıram, çoxuna baxıram, əhaliyə bu qədər, şirkətlərə bu qədər, 3 aya. Mənfəət vergisini ödəyicisi. Yəni artıq mənfəət olmuşam. Yəni o bir tərəf. Deyək ki, 3 aya bir 35.000 dövriyyə var. Eynilə gəlirdən çıxan xərclərimi çoxdan götürürəm. Deyirəm ki, 15.000-də xərc var. Mənfəətim olacaq 20.000, vergim olacaq 20.000 2%, 4.000 manat. Bunun arayışı necə verilir? Yəni yadda saxla, cari vergi ödəməsi belə. Cari vergi ödəməsi demək olar ki, çox dəqiq hesabatdır. Cari vergi 151.5 ay, 151.5 dəqiqə oxşuyur da belə deyək. 155.1.5 budur. Deyir ki, rüblü gəlirlərin xərcləri bir-birindən çox vergidir. Aydın yoldaşlar, indi mən 151.5 olsam baxın 296. Biraz da bunun üçün böyüdüm. Baxın buradan başlayır. 296-cı sətr eşən. Azad olma birləşləri ayrıca deməyə çalışacağam. Deyir ki, rüblü gəlir yazılır. Deyirəm 35.000 gəlir var.
Sonra deyir gəl 297-yə hüquqi xərcini yaz. Dedim 15 min xərcim var. Deyir 296-ya gəlir yazdım. 297-yə xərci yazdım. 298-də sənin vergi mənfəətini hesabladım. 20 min mənfəət. Sonra deyir ki mənə 300-də vergini hesabla. Bizdə də 2000, 20 minin vergisi 4000 manat edir. Deyir sən ən azı 4000-in 75%-ni bizə verməlisən. Ən azı. İstəyirsən hamısını bil. 4000-in 75% edir 3000 manat. Düzdür? Mən ən azı 3000 verib canımı qurtara bilərəm. Bura 4001 manat yazsam, yenə nida qaldı. 4000 yazanda düzəlir. Nida etdi. Burada nida etdi. Və yaxud 3000 3999 da verə bilərəm, 3500 də verə bilərəm, amma 2999 verə bilmərəm. Çünki ən azı 3000, ən çoxu 4000 verməlidir. Yəni normal hesablanmış verginin ən azı 70 verir. Mən hamısı 3000 verir. Niyə 4000 verir ki? Bəlkə çox belə vergi alınmadı, gələn ayda hadisə oldu, zərər oldu. Bu formada bu heç. Burada yazılan rəqəm son vergidir, indi bundan danışarıq. İmzalayırsınız, kimi ilə göndərirsiniz. Bu oldu birinci rüb. Sonra gəlir ikinci rüb çatır. İkinci rübdə məsələ dəyişir. İkinci rübdə dataları dəyişirəm. İkinci rüb eləyirəm. 01.01.04-dən 30.06-ya kimi, iyuna kimi artıq dördüncü rüb. Bunun rahat yolu biraz fərqlidir. Belə yazaq elə ki, gəlirləri yazıram ki, gəlirlər düşdü aşağı. 25 min, xərc qaldı yerində, xərcim çoxdur deyə xərc dəyişməzdi. Mənfəətim oldu 10 min manat. 10 minin də vergisi 2000 manat edir. Düzdür? 2000 manat vergi edir. Bunun da 75% edir 1500 manat. İndi biz götürməliyik. İkinci rübün tarih vergi ödəməsini verəndə görün burada nə yazıb? Yazıb ki, artan yekunla gəlir və xərcləri verir. Artan yekunla, hər şey artan yekun var. Yəni ikinci rübün tarih arayışını verəndə birinci rübdəki gəlirlə, ikinci rübdəki gəliri toplayırsınız. 35, 25, 60 min yazırsınız gəlirlərə. Eynilə birinci rübdəki xərci, ikinci rübdəki xərclə toplayırsınız. 25 min yuxarı 15, 15, 30 min yazırsınız xərcə. Mənfəət avtomatik 30 min hesablandı. 30 minin 20%-i 6 min manat vergi edir. Düzdür? Siz buna 6 min yazıb göndərirsiniz. Problem yoxdur. İmzalayırsınız, göndərirsiniz, amma 4 min ödəmisiniz axı. Şəxsi hesab vergisində 2 min düşəcək. Yəni ikinci rübün arayışını verirsiniz, birinci rübdə hesablanmış vergi çıxılır, bazaya fərq işləyirlər. Üçüncü rübdə 3 dənə rübü toplayırsan, dördüncü rübdə 4 dənə rübü belə hesablanır. 155-in mexanizmi budur. Real gəlir çıx xərc artan yekunla. Və yaxud adını belə qoya bilərik. Birinci rübün cari arayışını verərkən yanvarın 1-dən martın 31-nə kimi dövriyələr nəzərə alınır. İkinci rübdə yanvarın 1-dən iyunun 30-una kimi. Üçüncü rübdə yanvarın 1-dən sentyabrın 30-una kimi. Dördüncü rübdə yanvarın 1-dən dekabrın 31-nə kimi. Hər şey dəqiq bəyan olunursa ilin sonunda heç bir vergi qalmır. Sən bu arayışlara verirsən, ilin sonunda mənfəətə bunun aidiyyatı yoxdur. Mənfəəti mən səndə keçmişəmsə, o formada tərtib edirsiniz, göndərirsiniz. Sonra şəxsi vergi düşməyəcək. Yəni vergi ödəmisən də, yəni belə təsirlər. Aydın yoldaşlar. İndi burada misal üçün biz sizinlə mənfəət və mənfəət vergisində azad olmalardan danışdıq, güzəştlərdən danışdıq. Misal üçün deyək ki, kənd təsərrüfatı məhsullarında azad olma var. Misal üçün deyək ki, biz buradakı yazmışıq. Bu şeydir. Pomidor əkib satıram, pomidor. Mənfəət 20 mindir, vergi 0 manatdır. Çünki vergi yoxdur da, güzəşti vardır. Bunun arayışı necə veriləcək? Amma verin ha. Bunun arayışı deməli belə olacaq, tələsməyin. Gəlirsiniz gəlirlərə, yazırsınız elə 35 mini. Xərclərə 15 mini yazırsınız, hər şey yerində. İndi burada sual nədir? Bizim gəlirlərimiz vergidən azaddır, yoxsa mənfəətimiz? Bu əlavə 5-lik işləmək istəyir, bax yuxarı gəlirdə aşağı mənfəətidir. Biz bu əgər gəlirlər azaddırsa, deyək ki, pomidor əkini satımı gəlirlər üzrə vergidən azaddır və ya mənfəət üzrə. Ya 35 min üzrə vergidən azaddır gəlir, ya da mənfəət üzrə azaddır. Əgər gəlirlər üzrə azad olma maddəsidirsə, istənilən bir situasiya üçün siz götürürsünüz, baxın, gəlirlər üzrə. 35 min azaddır, 35 mini götürüb yazırsınız, aşağı sıfırlayırsınız. 35-i aşağıda yazırsınız, həm yuxarı hesabına əlavə 5-dir də bu. Hesabına aşağı yazırsınız. Xərclərdə də eyni formada 15 mini xərci, 0 imzalayın göndər, heç bir vergi yaramır. Gəlirlər üzrə azad olma olanda gəlirin altından və xərcin altından eyni rəqəmi verirsiniz. Mənfəət üzrə azad olma olanda mənfəətin altından verirsiniz rəqəmi. 20 mini buradan verirsiniz, yenə vergi sıfırlanır. Aydındır? İndi qarışıq əməliyyat olanda necə olacaq? Qarışıq əməliyyat olanda deyirsən ki, bu 35 mini belə deyək, 25 mini vergidən azad deyil, 10 mini vergidən azaddır. Bir tomat pastasıdır, bir pomidor satışıdır misal üçün. Eyni xərcləri də bölürəm. Necə mənfəət eyni, məntiqi tutmaq lazımdır. Deyirəm bunun xərci 13 mindir, bunun xərci 2 mindir. İndi mənfəət qalır yerində. Vergiyə cəlb olunan mənfəət. Bu mənfəətin də deməli 25 min vergiyə cəlb olunandır, 13 min də onun xərcidir. 25-dən 13 çıxanda qalır 12 min. Deməli 12 min mənfəət vergiyə cəlb olunacaq. 10 mindən 2 min çıxanda 8 min cəlb olunmayacaq. Düzdür? Düzdür. Mən burada yazıram 12 minin vergisi. 12 minin vergisi 2400 manat. Deməli mən hesab kitabdan 8 mini çıxartmalıyam. Bu mənfəət üzrə azad olmadan danışıram. Bax, ya da ikisi də olsun. Deyək ki, gəlirlər üzrə azad olsa, biz belə deyəcəyik. 35 min altından azad olunan gəlir 10 min, azad olunan xərc 2 min. O gəlirin altından 10 min yazacağam, xərcin altından 2 min yazacağım. Mənfəətim gəldi 12 min oldu mu? Oldu. Han 12 min, bu 12 min. 2400 yazacağam bura, aşağı hissəyə, bu hissəyə. 2400 qırmızı nida itəcək, vergimi verəcəm. Və yaxud deyək ki, mənfəət üzrə azad olmadıysa bunu silirəm buradan, götürürəm elə mənfəət 12 minin özünü. 12 minin özünü yazıram bura, yerdə qalır 8 min, üzr istəyirəm. 12 min yox, 8 min azaddır, belə. 8 mini yazıram bura, 12 minin vergisini verirəm. Aydın yoldaşlar, bu azad olma prinsipi burada belə tətbiq olundu. Bu oldu 151.5. Sonra gəlirik 151.1 və 151.2 nə üçündür? Burada artıq məsələ biraz ağırdır. Biz bu şirkətdən çıxırıq. Deməli boş hesabatı verməmişəm, sistem orada boş olacaq. Gözün yoldaşlar görə mən vergisini, hesabatını verdiyim şirkət bizə lazımdır. Hesabatını verdiyim şirkətə demək olar ki, yoxdur. Hələ gözləyim, tapacağam indi gözləyim. Bugün birini vermişəm gözləyim. Bu təsdiqləsinlər. Bu daxil olaq. 151.1 və 151.2-nin də mahiyyətindən danışaq. Ümumi olaraq 151.1 və 151.2, 151.1 və ya 151.2. Əvvəlki ildə hesablanmış vergisi olanlar üçün. Əvvəlki ildə hesablanmış vergisi olanlar üçün yoldaşlar. Əvvəlki il yəni keçən il mənfəət vergi bəyannaməsinin 245-ci sətrində vergisi olanlar üçün. Vergisi olmayanlar üçün o istifadə olunmur. Sizin şirkətin keçən il vergisi olursa bu ikisindən birini istifadə edə bilərsiniz zaten. Başqa bir şeydən istifadə edə bilmirsiniz. Biz də saniyə gözləyin. Sistemə daxil ola bilmir. Elçin müəllim, mən bununla bağlı sizə bir sualım var. Belə deyək, keçən il tutaq ki, mənfəətim çox idi, bu il mənfəətim azdır. Yəni mən özüm də hesabladım, təxmini gördüm ki, keçən ildən bu il azdır. Mənfəəti orada da hesablanıb, yəni keçən il uyğun olaraq 151 də yəqin ki. Ora elə gəlməyəydi, xahiş edirəm. Fikrini tamamlayım, sualı verərsiniz. Bir də izah vereyim, ondan sonra danışacağam orada. Çünki bəlkə bəzi yoldaşlar bilmir, vaxt ikisi getməsin. Axırda danışmasam soruşarsınız, olar mı Zeynəb xanım? Yaxşı, inşallah. Hə, yaxşı. Deməli, sistem əsasları sistemdən göstərmək istəyirəm, belə daha rahat başa düşülür. Bizə dəqiqə səbir olun yoldaşlar. Bizə dəqiqə göz
Dəyərli yoldaşlar, daxil olduq sistemə. Deməli, sistemə daxil olduq. Eyni arayış elə eyni yerdən təqdim olunacaq. Məhdudiyat gəlmir, poz bildirişi biz. Eyni arayış. Baxın, burada ərizələr bölməsində yenə cari vergi ödəmələri. Bax, bu şirkətin, gəlin mən sizə əyanı belə göstərim. Bax, bəyannamələr bölməsinə daxil oluram. 2025-ci ilin hesabatını artıq vermişəm. Verirlər deyək. Düşürəm aşağı, baxın, gəlir vergisi ödəyilsin. Dəqiq hesabatı təsdiqlənib deyək. 1537 manat vergi olur. 2025-in gəlir vergi bəyannaməsi təqdim olunur. İndi 2026-cı ildə mən 151 və 151-2-dən birini istifadə edəcəm. Aprelin əvvəli artıq hesabat verir. 151 olsa nə olacaq? 151 olsa nə olacaq? 151 o deməkdir ki, bax keçən ilki verginin ümumi datasını götürüm 1537 manat 90 qəpik. 1537 manat 90 qəpik. Əgər mən 151 seçsəm heç bir hesabat arayış vermirəm. Sistem hər il avtomatik olaraq aprelin əvvəli, iyulun əvvəli, oktyabrın əvvəli, noyabrın əvvəli. Bunun 4-də birini alacaq məndən. Yəni 4 yerə böləcək bunu, hər il eyni pulu alacaq məndən. Yəni keçən ilki vergini alır. Və bu da bir seçimdir. Bunu 4-ə böləndə eləyir 384 manat 48 qəpik. Aydın yoldaşlar, bu belə olacaq. Gəlin əyanı baxaq. Əyanı necə baxa bilirik? Gələk burada şəxsi hesab vərəqəsinə, büdcə ilə hesablaşmalar, şəxsi hesab vərəqəsi, əvvəlki tarixi qoşaq, misal üçün əvvəlki ayları qoşaq. Görüm elə burada. Nə göstərə bilirəm sizə? Baxın, bu problemli bölümlərdən biri idi vaxtı ki. Bunun 30 ayına mən dəqiqləşmə vermişəm, hesabatları tərtəmiz eləmişəm. Mühasib bunu başına belə də bir oyun açmışdı, belə deyək də, sahibkarın başına. Baxın, 2 dəfə də texniki sərf etdi bir dəfə, 2 dəfə, 3 dəfə hesabatı kaybedərək fikirlərini bunlar qəpik quruşdu. Özüm saxlamışam ki, vurulsun 50 manat olsun, söhbət bağlansın. Aydın fikrim. İndi burada deməli mən 151, buna 151 2 ilə vermişəm. Bunu göstərə bilməyəcəm. Bu qalsın burada rəsmi. 151.1 olsa avtomatik şəxsi hesab vərəqəsində sistem işləyib pulu ödəyirsən. Pulu ödəyirsən. 151 2 olsa, bu oldu 151 1. 151 2 olsa necə olacaq? İndi burada başqa suallar çıxır. Zeynəb xanım demək istəyir ki, bəlkə keçən il vergim çox olub. Bu aldı zəifdir, yenə bu belə olacaq. Elə olacaq. Artıq seçimini düzgün aparmalısan. Heç bir qurtuluş yolu yoxdur. Heç nə dəyişmək yoxdur. İndi mən deyək ki, ən uyğunu 151 2. 150 amma bizə mən tərif deyəcəm. Hansını nə vaxt seçmək daha uyğun. 151 2-də fərqli olur. 151.2-də. 151.2 ilə deyək ki, hesabatı vermək istəyirəm. 151.1 zaten hesabatı verməyə ehtiyac yox idi. Sistem özü hər şeyi tənzimləyirdi. Gözləyin yoldaşlar. Sistem qarışdı burada bir. Gözləyin. Ərizə, cari vergi ödəməsi, yeni arayış, bir də hesabatın vaxtı deyil. Görürsünüzmü? Burada 151 2-dir. Çünki keçən il bunun vergisi olur. Vergini də burada bizə göstərir. Aydındır. 151 1 niyə yoxdur burada? Çünki ona ehtiyac yoxdur. Sistem verməz, sistem özü verəcək. 3 dənə kriteriya verir. Deyir ki, Elşən, baxın, diqqətlə baxın. Deyir keçən il 290 nədir? 290 2025 əvvəlkinin dövriyyəsidir. 276 min dövriyə var ƏDV-siz. 291 keçən ilin vergisidir. Yəni 2025-ci ildə bu qədər dövriyə olub, bu qədər vergi. Sistem götürüb nə edir? Sistem götürür 1537 manat 90 qəpiyi. Yəni vergini bölür 276 minə vurur 100-ə. Yəni 291 bölünsün 290 vurulsun 100 bərabərdir 0.56. 0.56 o deməkdir ki, sən artıq 2026-cı ildə birinci rüb misal üçün, rüb 1-də 40 min dövriyyən oldu. Gəlir. Ancaq gəlirin 0.56%-ni vergi kimi verəcəksən. Aydın yoldaşlar, yəni 151 o deməkdir ki, rübün xüsusi çəkisinə görə faizini ödəməlisən. 40 mini 0.56% edir 224 manat. 224 manat vergi ödəyəcəksiniz. Aydın yoldaşlar, gələn rüb yenə. Bunu necə ödəyirəm? 40 minini götürəcəm. Baxın yazacağam bura. 293 yazırsınız, məsələ bundan bitir. Xərclər nəzərə alınmadan artan yekunla da yox. Hər rübün öz aldı. 40 mini bu yazmaqla avtomatik 224 manat vergi hesablandı, imzalayıb göndərildi. Gələn rüb misal üçün 50 min olsa vergi olacaq. Misal üçün 280 manat. Belə ödəyirsiniz. İlin sonu haqq hesab olunur. İllik mənfəət bəyannaməsindəki yayılmış vergidən plus minus edilir. İndi burada sual yaranır ki, deməli buradan belə bir qənaətə gəlirik ki, 151.1 və 151.2 metodlarında vergi yükü əvvəlki ilin vergisindən asılıdır. Düzdür? Gəlin biz burada belə bir sistem quraq. Deyək ki, bir baza yaradaq burada özümüz üçün təyin edək. Hansı olsun? Məsəl Zeynəb xanım hansını seçməlidir? Aprelin 5-də 6-da indi arayışa versin, verməsə bu olacaq, verməsə bundan hesablanacaq, versə bundan. İndi əvvəlki ilə və cari ilə müqayisə yaratmalıdır. Necə? Deyək ki, 2025-də 2025 bu sotu yazaq. Bizə 2025-in hansı datalar lazımdır? İllik gəlir, illik vergi, xüsusi çəki. Yəni söhbət nədən gedir? Şəkil yazdım burada gözləyin. Xüsusi çəki. Söhbət bundan gedir. Zaten sistemdə bu var. İllik gəlir, bu illik vergi, bu xüsusi çəki bu 0.56. Mən burada indi illik gəlir özümüz hesablayıram. İllik gəlir yazıram 5 milyon gəlir olur. İllik vergi yazıram deməli 5 milyon, 1 milyon, 200 min vergi. Təmiz, xüsusi çəki olacaq. 200 min bölünsün 5 milyon vurulsun 100-ə. Gəlin xüsusi çəkini tapalım. 200 min bölünsün 5 milyon vurulsun 100-ə. Bu elə 4%. 4% xüsusi çəki var. Bu qalsın yerində. İndi gələk. Yəni bizim misalımızda bu rəqəmlər burada ekranda olacaq. 26-cı ilin 1-ci rübündə, 2-ci rübündə, 3-cü rübündə. İndi reallığa baxaq. Mən nəyi hesablayıram? 2026-cı ilin 1-ci rübünün vergisini, arayış üstü vergisi. Real 1-ci rübündə nə var? 1-ci rübün gəlirləri, xərcləri, reallığı özümüz üçün tapaq, mənfəəti və vergisi. Gəlirləri deyirəm ki, alver düşür aşağı. Alver pisdir. 1-ci rübdə keçən il 5 milyon alver oldu. İllik aylıq 400 min alver oldu. Deyirəm ki, alver düşüb 100 min. 3 aya olub, cəmi 300 min alver olub. 250 min xərc var, vəziyyət pisdir. 50 min mənfəət, burada 50 min deməli mənfəət yaranır. 50 min vergisi 10 min manat. İndi mən götürüb, məsələ nədir? Buna yaxın olanı götürməliyəm. Mənim bugünkü günüm budur zaten. 151 1 olsa, avtomatik mənə 200 min keçənki verginin 4-də biri. 200 mini böləcək burada 4-ə, 50 min məndən verir. 50 min hara, 10 min hara. Hələ növbəti ayları talih. İlin sonunda böyünü bağlamalısan. Məsəl başqa qurtuluş yolu olmayacaq sonra. 151.2 olsa, artıq sənə lazımdır. Bu rübün gəliri. Çünki 300 mini götürüb buraya yazacaqsan, vergi hesablanacaqdır özü bura. 300 minin 4%, gəlirin 4%. 300 minin də 4% 12 min manat eləyir. 4% 12 min eləyir mi? Hə, 12 min. Ən yaxşısı oldu 151 2. Mən bundan özüm götürüb əllə yazım bura, hesabata vergimi verim. Aydın yoldaşlar. Deməli burada belə bir nəticəyə gəlirik. Əgər cari ilin 2026-cı ilin alveri keçən ildən daha yaxşıdırsa, nəsə bunda da fərqli olur demək olar ki. Hansı səbəb? Amma cari ilin alveri keçən ildən zəifdirsə, 151 2 ilə gedir. 151 ilə şirkətin evini yıxarıq. Aydın yoldaşlar. Bu da oldu bizim cari vergi ödəməmiz. Yenə bir də çıxartıram. 2 nömrə yaradacağıq. Şirkətiniz yeni yaranıbsa 151 5-dən gedirsiniz. Növbəti ildən 151 və 151 2-yə keçirsiniz. Bəlkə heç keçmədiniz. Bəlkə də cari zərərlə olsa növbəti ildən 151 5-dən qalacaqsınız. Çünki zərərdə yenə qalır 151 5-dən. Aydındır. Bu məsələlərdə mütləq ehtiyatlı olun. Cari vergi ödəmələrində diqqətli olun. Bilmərsiniz, belə bir hadisə olar, pandemiyada olduğu nə qədər alver düşdü aşağı, aləm dəydi bir-birinə, biri batırdı, biri qarışdırdı, biri hesab bilmirdi cari arayış nədir. Sonra getdiniz böyünü bağladı. Fəaliyyəti saxladı. Məcbur getdi, başqa böyün açdı və nəsə elədisə, şimdi mühasibə sərfi uslatında. Bunda diqqətli olun. Sizdən nə qədər bu həm mənfəət vergi ödəyiciləri üçündür, həm gəlir. Şirkəti götür ilin əvvəli. İndi burada sual yaranır ki, birinci rüb 151 1-dən getdi, ikinci rüb 151 2 verə bilərəm xeyr. Və yaxud birinci rüb 151 2 oldu. İkinci rüb bilmədim, arayışı vermədim. Bilməsən avtomatik sistem 151 1-lə kodlayacaq. 151 1-ə düşdü. İlin sonunda kimi verir?
151 ilə istəyirsən özün apar. Verməsən 151. Artıq birinci il 151 ilə vermisən, ikinci il yaddan çıxıb verməsən. Sistem avtomatik 151 kodlayır. Keçənki verdiyin 4 səndən alır. 3 dəfə olacaq, 4-cü il olacaq. Qurtuluş yoxdur. Aydın yoldaşlar. Eşiməm, Buyurun. necə deməli hər rübiyyə ilə mən arayışa girib eyni qaydada elə bil ki, təzədən 151 2-ni seçirəm. Bəli. Eyni qaydada gəliri rüb üzrə gəliri yazıram və Bəli. artıq bu hesablayır da, düzdür? Bəli, eləməsəz bunlar hesablanacaq. Aydındır, çox sağ ol. Misal Mən 2-yə keçmək istəyirəm çünki keçən ildən artıq görürəm Artıq ki, indi- dövriyyəmiz düşür aşağı. Hə, O bəli, ki, bəli. mən gəlir mənfəət vergisini çox ödəyirəm də. Yəni Bəli. artıq ödəməm yaranacaq, amma yenə də. Bəli, Büdcə yoxdur da o qədər ki, onu ödəyim rahat şəkildə. Düzdür, düzdür. Mən də Bir də elə hesab zəhmət olmasa buna bir baxın. Bunu artıq özü keçən ilə görə özü hesablayıb. Bunun yox, bunun artıq hesabatı verilib. Mən bunu Hə, o- bir yox, gəlir yox, bərnaməsi vermişəm artıq, bəli. Ona görə. Bunu neçə ayın 15-nə kimi etməliyəm? Aprelin 15-nə kimi yoxsa? Aprelin 1-dən hər il bitəndən sonra növbəti ay 1-dən 15-nə kimi. Ola bilsin ki, Zeynəb xanım, sən ayın 12-si daxil olasan şəxsi hesabına. Görəsən ki, sistemə 151 bir vurub var. Aha. Qorxma, sən 152 ilə bir Mən də 151 özüm qalacaq. eləyim. Hə, ləğv ol. 15-nə kimi axşam da 12-nə kimi vaxtın var. Anladım. Çox sağ olun Eşiməm. Bugün bu Sağ ol. mənə lazım idi. Bu məlumat mənim üçün lap belə Hə, ən çatmaz idi. Çox sağ olun. Mənə Hə, lazım siz idi. sağ olun, çox sağ olun. Yenə burada da azad olma güzəşt olsa bayaqki kimi tənzimləyirsiniz. Burada artıq belə deyək də, avtomatik olaraq məsəl üçün 50 min dövriyyə olur. Azad olma və güzəşt bir yerdə. 50 min yaz burada, imkan verir. Vergini sıfıra sal da belə deyək. Yəni burada mənfəət üzrə güzəşt, filan şey üzrə güzəşt avtomatik olaraq bura yazılır. Bir yerə yazılır. Bu azaldılmalı vergi isə bu Qarabağ zonası falan var idi, keçmişdi ya 220. Qarabağ olsa məsəl üçün azad olmam yoxdur. Burada da vergi imkan verir. 280 manat vergi var. Amma azaldılmalı. Siz Qarabağ olanda sıfır yazın göndərin. Verginiz bu qəbul olunur da belə deyək də. Onu da diqqətli olarsa bu formada tənzimləyə bilərsiniz. Belə. Qarı vergi ödəmələri bu qədər. İndi bizim sizlə dedik biraz mən idxalın mayasına baxarıq. O haqqda da nəsə danışdım. İdxalı oturub mən burada belə bir izah edə bilməyəcəm. Lap belə detallarını gedə bilməyəcəm, amma bir bəyannamə üzərindən müəyyən məlumatlarla tanış ola bilərik. Gözüm elə burada təzə bəyannamə olmalıdır. Obyektin qeydiyyat ərizəsi. Gözün yoldaşlar tələsməyin. Yeni bəyannamələrdən birini açıb. Gözlüm. Deməli Elşad Əmin. Gözün yoldaşlar. Bu gömrük bəyannaməsini görürsünüz. Ümumiyyətlə idxalda malların maya dəyəri hesablanarkən hansı ödənişlər nəzərə alınır? Biz sizlə ona vaxt ayıraq, bir dəqiqə ona da baxaq. Deməli, idxal edilmiş malların maya dəyərində, dəyərli yoldaşlar, malların invoice dəyəri yer alır. Baxın buradakı 26530 dollar, artıq 800 dollar deməkdir. 26530, 1.70-ə burası 1.40 neçə manat idi. Bu bir. Sonra aşağı düşürsüz, bu 0.2 olacaq. 400 manat da maliyyə gedir. Burada 19 ola bilər GPS, o da maliyyə gedir. Bir də 20 var burada. Deməli, idxal rüsumu bu da maliyyə gedir. ƏDV ödəyicisi olacaqsınızsa, ƏDV əvəzləşir. Əlavə bir ƏDV bəyannaməsində bu ikisi maliyyə getmir. Bunu mən ayrıca xidmət kimi yazıram. Bunun qaynaşı zaten sizə gəlir. Bunu digər xərclərə yaza bilərsiniz. Mənfəətli 232. Bunu da əvəzləşdirə bilirsiniz. Yol xərci sənədi varsa, yol xərci də malın maliyyə dəyərinə gedəcək. Amma burada nələrdə diqqətli olmalı? Burada mal çeşidi fərqlidir. Məsəl üçün burada bəzək gətirilir, top bəzəyi, şam bəzəyi, sonra top şamı ayrı gətirilir, məsəl üçün belə deyək. Artıq sən mal kodları üzrə biz bunları detallı keçmişik zaten. Hər mal koduna görə maliyyə dəyəri hesablamaq lazımdır. Hər mal koduna görə. Məsəl üçün burada iki çeşid mal var. Görürsünüz ki, bu 31. Məsəl üçün şam gəlib 19 ton. Bunun invoice dəyəri 25800 dollardır. Sonra düşürsən aşağı. Bunun idxal rüsumu 9000 manatdır. Bunu salırsan bunu 25000-də. Şamın mayasını belə hesablayırsan. Amma aşağıdakı bu nə bəzək əşyası var burada. Bunun qiyməti 730 dollardır. Bunun idxal rüsumu 330 manatdır belə deyək 60 qəpik. Bu formada hesablayırsan. Burada ümumi xərclər var. 20 ayrıca kodlara görə parçalanır malın mayasında. Invoice dəyəri də öz yerində. Amma 02 ilə 19-u parçalamaq çətindir. Onu bir nisbətlə mallara bölüşdürəndə bu çünki mal çeşidinə görə yox, ümumi dəyər hesablanır. Yəni gömrük vergi orqanı sizin mənfəət vergi bəyannamənizdəki mal qalığına uyğunsuzluq verməməsi üçün siz nə edəcəksiniz? Götürəcəksiniz. Invoice dəyəri, yəni qrafa 22, üstəgəl 02, üstəgəl 19, üstəgəl 20, üstəgəl daşıma. Bu daşımanın da nəqliyyat sənədi olmalıdır. Əgər rezidentlə bağlı daşıması elektron qaymə, qeyri-rezident isə daşıyıcı. Ömürlük bəyannaməsində 6% ömürlük tətbiq olması olmalı ki, vergi onu qəbul etsin. Yoxsa soxla qəbul eləmir. Aydındır? Yəni daşımanın pulunu ödəyin, insan ömürlük bəyannaməsində orada 1608.3-dən uyğunsuzluq bağlanır artıq. Heç uyğunsuzluq gəlməyəcək. Aydındır? Belə. Bunun üstə çox qalabilir. İnşallah bizim ola bilsin kanala bağlı yeni webinarımız olsun. Olsa bizim webinarlar qrupunda varsınız da, izləyirsiniz də bizə. Oradan inşallah qoşularsınız. Fikirlərinizi eşitmək istəyərdim. Sizinlə uzun bir yol keçdik. Təxminən 3 aya yaxın. Mən elə bilirəm. Bacardığım qədər bilgilərimi bölüşdüm sizinlə. Daha faydalı olan hissələrə toxunmağa çalışdım, daha lazım olan hissələrə. İndi ola bilsin biraz uzadan danışmışıq, biraz yaxşı danışmamışıq. Hamı öz haqqını halal eləsin, birimiz haqqımızı halal eləyək. Dəstəyinizi birimizdən heç vaxt əsirgəməyək. Mən bacardığım qədər nə lazım olsa bu vergi sırf vergi ilə bağlı nə lazım olsa yaza bilərsiniz, səs ata bilərsiniz uyğun olduqca. Yəni çalışacağım qısa bir zamanda sizin xidmətinizdə durum. Sizin bu video materiallarda bir neçə müddət aktiv qalacaq. Onları izləyə bilərsiniz. Minimum bir ay yarım saxlayacağam yəqin ki, minimum. Bir dənə xahiş edeyim. Onu Novruz bayramına qədər saxlayın ki, bayramda bir dənə rahatca baxaq, ondan sonra silin getsin. Bayramda sizin başınız qarşıda yeyib içməli. Yox, ben içən də öyle. Mən də sizin kimi içənlərdən deyirəm. İnşallah saxlayarıq. İnşallah saxlayarıq. Çox Olar mı? Olur. Çalışın yenə dəyərləndirin. Belə yoldaşlar. Eşiməm, çox sağ olun, çox təşəkkür edirik. Siz sağ olun. Yəni mən yenidən başlamış kimi hiss elədim özümü. Çox az məlumatım var idi. Sizin sayənizdə yəni tam olaraq məlumatlandım. Mən heç bir video baxa bilməmişəm, həqiqətən vaxtım olmayıb. Həsən müəllim demişkən, əgər icazə versəydiniz mart ayının sonuna qədər qalardı, o evdə qaldığımız müddətdə də baxardıq. Mən özümdə qeydiyyat aparmışam, onlara da baxıram. Amma video baxsın daha yaxşı olacaq mənim üçün. İnşallah çalışarıq martın axırına kimi saxlayaq. Çox sağ olun. İnşallah. Oldu yoldaşlar. Çox sağ olun. Hər birinizlə tanışdığıma şad oldum. Özünüzə yaxşı baxın, görüşərik. Sağ olun. Çox sağ olun. Çox sağ olun Ayda xanım. Təşəkkür edirəm. Çox sağ olun. Hər birinizə təşəkkür. Mənim Buyurun. axşamınız xeyir, çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Fayda. Əziyyət çəkdiniz, halal eləyin Allah haqqınızı. xoşunuz. Allah xoşunuz. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun Fayda. Siz sağ olun. Təşəkkür. Çox sağ olun, mən də təşəkkür edirik. Haqqınızı alın. Təşəkkür Allah xoşunuz. Sağ olun. Siz sağ olun. Siz də sağ olun.